Yazarlar Birliği'nin üzvüdür. Azərbaycan Jurnal Redaksiya Heyətinin üzvüdür. Hələ Sovet vaxtında Vaqif müəllim Azad bizim yazarlardan biriydi ki, Komsomol mükafatı almışdı. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir Vaqif müəllim, Cənab Prezidentin sərəncamı ilə. Bir də hazırda Milli Ensiklopediya Mərkəzinin direktor müavinidir. Qərbi Kaspia Universitetində də müəllim işləyib, Mərkəz Seçki Komissiyasının üzvü də olub. Əmək veteranıdır. 55-ci ilin elə 2 gün sonra mayın edilişində Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Və ilk yazısı da deməli, həmin vaxt indi televiziyada biz arasında tez-tez görürük. O həddin də xatiriyyə Seyran mənim dağıqda yazıb, biz oyunun Araz qəzetinin bir hissəsi ki, işğaldan sonra qalır. İlk şeiri və ilk məqalələri Araz qəzetində çap olunub. Vaqif müəllim Sovet kəndi qəzetində işləyəndən mən Vaqif müəllimi tanıyıram. Düzdürəm mən. Və orada mənim də şeirlərimi çap eləmişdi, onun yanına gedib gəlirdim. Amma ondan sonra Vaqif müəllim belə hard olursa həmişə Sovet kəndində bir ədəbiyyat, mədəniyyət qəzetinə göndərirdi. Orada mədəniyyət yazıları verirdi. Sonra Komünist qəzetində çalışarkən də yenə ədəbiyyat, mədəniyyət yönlü yazılara çox üstünlük verirdi. İndicə mən dedim, mənim də 1989-cu ildə orada Flora Kərimova ilə müsahibələrimi və digər yazılarımı, müsahibələrimi çap etmişdir. Vətən Cəmiyyətinin Odlar Yurdu qəzetinə başçılıq elədiyində yadımdadır. Sonra Bərəkət Həyat qəzetinin baş redaktoru olub Vaqif müəllim. Gənclər və İdman Nazirliyində bir müddət işlədi. O işlədiyi illərdə də yenə çalışırdı ki, nəsə gənc ədəbiyyatçılar üçün eləsin. Bir müddət 21-ci əsr Yeni Nəşrlər Evinin baş redaktoru, Mars dərgisinin baş redaktoru olmuşdur. Bu da, bu dərgi də çox yadda qalan bir dərgi idi. Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri işlədi Vaqif müəllim. O illərdə Vaqif müəllim həm Gənc Ədəblər Məktəbinin yaradıcısı oldu. Hoş gəlmişsiniz. Yerin çapına əyləşin. Və eyni zamanda o zaman Qızıl Kəlmə mükafatının yaradıcısı oldu. Bu biografiya göstərir ki, Vaqif müəllim çox zəngin, doktorlu ömür yaşayıb və indən sonra da belə dolğun bir həyat yaşayacaq inşallah. Onun haqqında Azərbaycan ədəbi mühitində bütün bəxtiyar və Afsadədən Cahangir Məmmədli, Nəriman Həsənizadə, Musa Yaqub, Elçin Əfəndiyevdən tutmuş. Burada bizim hörmətli İntiqam Qasımzadədən bütün ədəbiyyat adamları demiyorlar ki, söz deyiblər. Dünyanın müxtəlif ölkələrinə şeirləri tərcümə olunur, müxtəlif ölkələrində ezamiyyətdə olubdur. Və mükafatları barədə də dedim, Vaqif müəllimin kitabları işte 1979-cu ildə Bahar Faiz arası çıxıb. Ondan bəri Vaqif müəllim neçədən çox Vaqif müəllim kitabların müəllimisiz. İndi hal-hazırda 15 cildik əsərlərinin 10 cildi işi düzü görübdür və inşallah 15 cildlər davam edəcək. Vaqif müəllim, sizi təbrik edirik. Gözəl bir gündür. Bu qədər insanlar gəlib, Yazıçılar Birliyində mən həmişə deyirəm, Natəban klubunu belə doktoru olduğu vaxtda azad oldu. Və bu tədbiri də Vaqif müəllim danışmışdı ki, orijinal bir şəkildə eləyək. Bəli xanım, sizin icazənizlə. Mən istəyirəm ki, birinci Vaqif müəllimə söz verin, bir şeirini oxusun. Sonra bu təbrik çıxışlarına qoşulur. Olar mı Vaqif müəllim? Çünki şairin birinci öz dilindən şeir eşitmək bir başqa alədir. Alqışlayan Vaqif müəllim. Yok Selam. Füzulilere tadı verin. Ben de öyle bir iki de kazanacağım. Öyle varmış. Aklada şeyler. Belepçiler. Sizler değilsiniz o. Toplumumuz bu canımız. Yani en bulunan insanlar. Şimdi doğma yaratıcıların bebeği. Burada işte güzellikler teşkil olur. Ben Azerbaycan Yaratıcılar Birliği, Anamlar'la, Sivriller'le, Ocaklar'la, bütün bu Yaratıcılar Birliği'nin rəhbərliğiyle, özlerine teşekkür bildirirəm, bir güzel tədbir təşkil edirlər. Eyni zamanda sizin hər birinizi var olmasına, qədəmləriniz
həmişə belə gözəl məkanlara düşsün. Allah hamımıza can sağlığı versin. Sağ ol, var mən. Sağ ol. Mənim üçün də çox 70 yaş sözün açığı biraz o şey kimi gəlir, amma mən sizi tam əmin edirəm ki, şəxsən mən özüm 35 yaşından elə az maaşlar verə çox xoşbaxtım ki, sizin aranızdayım, çox xoşbaxtım ki, siz varsınız və elə çox da yaxşı təşəbbüs ki, gələcəkdə də görüşləri eləmək lazımdır. Bəli, yoxsa söz haqqında veriləndə effektlər olur. Ümumi bir əhval və yarada ondan sonra başlayaq. Əvvəl hərənin bir bəxti var, mən də bir bəxt şeyiyle başlamaq istəyirəm. Həyat bitir dərində, həyat bitir dərində, kim deyirsə səhv deyir dərbədər doğulmuşam. Ovcumdakı xətlərin yanlış deyil, biri də and olsun Allaha ki, bəxtəvər doğulmuşam. Bəxtəvər doğulmuşam, günəşin özü kimi. Ulduzun işartısı, ayın ziyası səndə. Əvvəli gül çəkirəm, canım yelkənli gəmi. Dünyanı daşıyıram girdə, yumru bədəndə. Girdə yumru bədəndə dartınır qoca bəndə özümdən kiçik, amma özündən uca göyə. Fəlakət bir qısını ehmal salır kəməndə. Boynu çiyir tərpənir, yıxılıb uça göyə. Yıxılıb uça göyə gərək qurduğum qalar. Gərək güngül canımı, güngül mehlər aparar. Taleyin cahgir ahdır, Allah çarəsiz qalar. Dilovundan yapışıb gərək mehlər aparar. Gərək mehlər apara mənim kimi şöhləni. Uşaqlara layiq atam, belim gədə götürməz. Gəncliyim şərab kimi başa çəkdi köhləni. Ömürdü qocalığım, əl-abadə götürməz. Əl-abadə götürməz, bədənim gözü toxdur. Kef üçün vaxt nə gəlir, əlimdə işim daşır. Bəxtimin adı işdir, ayrı bir işim yoxdur. Qəbir üstə ucalar, yəqin ki, işin daşır. Yəqin ki, işin daşır. Mənzilini hörərcəm, ruhumun qamətini rüzgar əyməsin deyə. Baş daşımın saçına üzərlik hörəcəyəm. Bəxtimə bir kimsənin gözü dəyməsin. Vaqifin nağılı. Sənə bir şükür, bu da doğulcağını sağladım. Nənəm dedi, Nampoda çağa qəşəng ağladı, demək yaxşı çağladı. Yarıdır, haçan gedir, anam dedi, dincəldir, işi dəndir, başaqdır, nəyə yollasan gedir, Vaqif yaxşı çağdır. Danışır köylərlə, zehni qəmə təkiki, hadisəsi şirketdir, məktəbdə söylədilər, Vaqif yaxşı şagirtdir. Boy bukun soyləndi, çıxdım kəndin üzünə, çox analar boylandı, ilham vurdu qızına. Vaqif yaxşı oğlandı. Saadətdir çeşidi, 5 kişinin 5'i də külfətidir, işidir. Bunu da arvad dedi, Vaqif yaxşı kişidir. Kölgəsi qalın olsun, dilə gəldi yadlar da, ağır uğradan da, adı qalsın atlarda, Vaqif yaxşı adamdır. 4'ü milli berimə, nəvənin biri düşdü, qırman caldı əlinə, tərpən, qurs, atım, 5'i bizdən gülüşdü, Vaqif yaxşı qocadır. Dərin günümüzləşir, qopardı ayrı həşir. Pakdan paktı sinəsi, görünmük beləsi. Bu ki cənnət gülüdür, Allah rəhmət eləsin, Vaqif yaxşı ölür. Rəhlə xanım Vaqif müəllimin İlham dərsi, Rəhlə xanıma nə qədər şeirlər yazır. Sonra Gülgün və Vaqif müəllimin oğlu və 2 qız yollardılar. Çingiz Abdullayev Vaqif müəllimi təkcə onların müdrik və saçsız başı yox, həm də başqa bir şey. Biz Beynəlxalq Avrasiya Mətbuat Fondunun Çingiz müəllim Himayəçilər Şurasının sədridir. Vaqif müəllim, mən, Əflatun Amaşovda. Salam anam, xoş gəldiniz. Çingiz müəllimə söz verirdim, anam Məhmədə. Onun sözünə gəldi. Yox, anam mən 30 nədə söz verərəm. O ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunda biz Vaqif müəllimin 70 yaşının keçirilməsinin müzakirələrini apardıq. Çingiz müəllimin rəhbərliyi ilə. Bir də başa düşdüm ki, Umud müəllimində nəsə deməli tərtifləri var. Onda elə Çingiz müəllim çıxış eləsin, sonra siz gəlin bir yerdə onu təqdim edin.
de. Olar mı elə? Buyurun, hörmətli Çingiz müəllim. Çok sağ olun. Bilirdim elə başlayacak bizim başımızda. Ama ne olmadı? Belə düşünürüz. Hani o taraftan elə anar müəllim gəlməmişdən qabaq qışqırtı Seyran ki, danışmaq istəyirəm, fikirləşdim ki, nə yaxşı bir sözü vermir Rəşad Meçid. Bu cəmaət burada oturan bizə nə fikirləşər? Nizami olmasaydı, burada hamısı burada bu sırada Qarabağlılar otururlar. Rəşad, mən, Elçin, Seyran, özü yarım Qarabağlıdır və yox, indi yaxşıdır ki, Elçinli Qarabağlıdan çıxartmışıq, onu görür ki, Cəbrayıl da Qarabağ deyir, də bilirsiniz. O da Qarabağ deyir, ona görə də Qarabağlısı Elçin təşkilatı deyirsin. Ama mən də orada böləkdən təbilirsiniz, çox ciddi istəyirəm deyim. Vaqif müəllim vaxtı ilə böyük vəzifələrdə nazirlikdə işləyir, Mədəniyyət Nazirlikdə. Nə yaxşı ki, bu yubileydə xahiş edirəm, məni düz başa düşəsiniz. Siz o vəzifədə deyirsiniz. Niyə görə? Bax, bura gələn insanlar bugün həqiqi mənada sizi sevirlər, sizə hörmət edirlər. Bizdə belə çox olur ki, vəzifədə olan adama görə gəlirlər. Kiminsə qohumu olanda gəlirlər, kiminsə oğlu, nəvəsi olanda gəlirlər. Amma əgər insana belə hörmətlə insan, bugün görürsün nə qədər tanınmış insan, bugün gəlir ki, sizi təbrik edəsin. Mən sevinirəm ki, doğrudan biz onu müzakirə edəndə, Ümid müəllimin təşkilatında biz deyirdik, hələ bugün burada geçirdik ki, yazıcılar da görsün ki, bizim tanınmış şairimiz, bizim tanınmış dostumuz, onun 70 ili. 70 deyəndə biraz belə deyirlər ki, çox dövr, valla çox dövr. Bizim Nəriman müəllim 94 yaşı var, yəni Atoluz yerində biz barışırıq, 24 yaş sizdən böyüdür. Və bu yaxşıdır. Ümumiyyətlə Osman Sarı belə demişdi ki, 100 yaşlanmazsan, günah sənindir, özündədir. Nə olur? Bizdə 100 ilə nə qalıb, 30 il qalıb. Mən bir dəfə Kamran Hüseynovun məclisində olmuşdum, onun 95 yaşı idi. Dedim, mən arzu edə bilmərəm sizə 100 il yaşayacaq. Deyir, düz deyirsən, mən 55 il qalıb. Mən nəyə deyirsən? Yine 120 il. Şimdi mən burada da deyirəm, əgər sözüm burada qohumlarımız oturur, əgər sizin uşaqlarınız oturur, bəlkə mən böyük xoşbəxtlik budur ki, uşaqlar gəlib burada iştirak edəsinlər və eşitsünlər ki, mən özümü çıxıram, amma nə qədər burada tanınmış adamlar gəlib yalnız ona görə gəlirlər ki, sizi təbrik edəsinlər və bizimlə bir yerdə sevinsünlər ki, bu şairin bugün yubileyidir. Düzdür, yubiley bir gün olur ama değil 40 gün olacak da. Oralarda da olmalıdır, okusu yerlerde de olmalıdır. Ben yürekten tebrik edirəm. Şeiri okudun, düz elə, düz değişdir. Belki de yaxşıdır. Sonra cemaat yorulur, kabul edemir. Ama böyle bilirsiniz, mənim vaxtımda yadımdadır ki, biz bu zalda bir dəfə Zeynəfay Yaqubu seçildik, aşırıların sədri. 90 cavan idi, 90'lı inanmış mənə ki 4 saat gedirdi iclas, hər bir aşırı durub, çalırdı, oynayır, çalırdı, arzu edirdi ki, yaxşı işləsin. Sonra düz yarım ildən sonra yığışdılar ki, onu işdən çıxardaq, o işləmir, biz işləyir. Bu iclas 8 saat oldu, 4 saat onlar danışırdı, onu təhqir edirdi. 4 saat da 4 yox, 5 saat bu durup hərəsində cavab verir. Sazla deyirlər. Sazla deyirdi. Sazla deyirdi. Və o vaxtdan biz qərara gəldik ki, yox, 2-3 saatdan çox olmasın iclas. Amma bugün belə iclas durmaq bilirəm, Anar müəllim vacib tədbiri idi. Mənim bir tədbirim var, aşağıda elə bir tədbir də var. Amma bu da baxmayaraq qərara gəldik ki, biz bugün Yeluşaq və Vaqif müəllimi təbrik edirik. Rəşad dedi, yazıcılar İttifaqının adından təbii ki, bu Evraziya cəmiyyəti ki var, onun sədriyəm və onun onların adından mən sizi təbrik edirəm. Arzu edirəm ən azı 80 və 90 yaşında bizi hamımızı dəvət edir. Sizi təbrik edirəm. Çox sağ olun. Keçin olan Vaqif müəllimə gəlsin, orada təkrar olmasın təkrar. Gəlir. Təbrik edirəm. Bir yamaçlı durun, üçünüzü bilir.
çekti. Yok her şey. Her diyelim. Hediyeni gösterin de görün. Ruçka tabii. Ya Türkiye'den verirler sen de. Çok sağ ol. Umut var, çok sağ ol. Sağ ol. Bu sana çıkmış evvelde sayabilirim. Yok. Şimdi ama Merkez'e buna göre ifade verirse de biraz gözleyer ama akademik Muhammed Caferov'a söz verir. Buyurun nizamlar. Ben Qarabağ olmadığıma göre ben deyirəmsə bunu həqiqət kimi qəbul edeyim. Zaten Qarabağlılar çox tərbiyələyirlər. Yəni mən imkan daxilində şahsada ki, biraz tərifi çox eləməyim. Çünki Vagif Bəhmənli haqqında mən çox yazmışam. Ondan sonra da çox yazacağım. Və Vagif Bəhmənli hər cür yazıya, hər cür tərifə tamamilə layiq. Vagif Bəhmənlini tənqid eləmək olmaz. Yəni mümkündür. Çoxlu şeirləri var, yazıları həddidən artıq çoxdur. Yəni 8-ci cildi çıxır, hələ bir 7-si də çıxacaq. Və mən bu şeirlərini oxuyanda həmişə o tərəfə də bir baxmışam ki, görüb tənqid eləmək mümkündür. Vagifin şeirlərini demək, ya dilinin gözəlliyinə görə sevəcəksin, ya hisslərinin səmimiyyətinə, hisslərinin doğruluğuna görə sevəcəksin, ya orijinallığına görə sevəcəksin, ya aktuallığına görə sevəcəksən. Yəni bütün yolları ilə bağlıyıq ki, daha orada sən hansısa bir şeirinə bir nəsə nöqsan tapmaq istəsən, onun başqa bir cəhəti ortaya çıxıb deyəcək ki, mənimlə işin olmaz. Bu da yenə deyim, o səmimiyyətindən irəli gəlir. Bir də yüksək və mütəvazi intellektidir. Bu çox vacibdir. Hər kəsin görmədiyi elə şeyləri görür. Məsələn, Qurban Bayramı haqqında sənətliğindən başqa əvvəldən də çox gözəl şeirlər yazır. Amma Vagif Bəhmənli orada elə məqamlar görür ki, baxırsan ki, hə, onu sən gərəksən görəydin. Yəni, bax, bu məqamları var. Ya, məsələn, Avropa Şurası, ATƏT, bunların o qaçqınlarla, köçkünlərlə maraqlanması, o maraqlanmanın mənasızlığı, gözəl, yəni belə aktual məsələləri gətirir, amma publisistika kimi gətirir, şeir kimi gətirir. Bax, Vagif Bəhmənlinin o istedadı var ki, nə yazırsa şeir. Nəslində də, yəni publisistikasında da şeirdir, çünki o peşəkar bir publisistdir, jurnalistdir. Amma yenə də baxırsan ki, o konkret publisistik həqiqətləri deyən şeirdir. İnsanın hisslərini oyanır bu məsələlərə. Dünya deyil, demək, Avropa Şurasının şəxsində İngilizcə yalanlamışdır. Yəni, bu İngiliz dilinə verilən o dövrdə bir Azərbaycanlı qaçqının, köçkünün İngiliz dilinə münasibətidir. Yəni, İngiliz dili də, əslində İngiliz dilinin bir günahı yoxdur, amma həm də var. Çünki İngiliz dilində danışanlar bu işləridir. Yəni, hər halda nə isə bir o istinad eləyəcək, izah olunacaq, hisslərimizi biraz sakitləşdirəcək, heç olmasa bir nə isə belə deyək ki, damlayıb bir öz emosiyalarını soyuzacağını ifadə edəcəyi məqamlar tapır da bu cəhətdən Vagif Bəhmənlinin əvəzi yoxdur. Mən çox uzun söhbət eləmək istəmirəm, deyirəm ki, o Vagif yazır. Vagif Bəhmənli hansı vəzifədə olsun bu səmimiyyətini görür. Hansı vəzifədə olsun. Vəzifələrini də səmimiyyətini itirməyim, amma vəzifələrini itirməyim. Yəni o şairlikdir. Vagif Bəhmənlinin ən böyük vəzifəsi şair. İndi biraz ensiklopediya yəqin onu qayda qanuna salır, çünki orada şeiri yazıb buraxılır. Amma hər halda o da elə ensiklopediya Vagif Bəhmənliyə nə dərəcədə
hansı münasibətlərdirsə, mən əminəm ki, orada ixtilaf edilir o münasibətlər. Çünki diplomatik bir özü haqqında ən gözəl sözləri özüdür. Vaqif Bəhmənli tərifləyirsən, deyir, özüm bilirəm. Və ona görə bilmirsən, ekdə dersən. Deyir ki, mən heç bir işdən məşğul olmasaydım da elə yaxşı olan olacaq. Amma həm də məşğul oldum. Hətta bu yaratdım, bu boyda böyük, o işlər görürük. Mənim yanımdadır bizim çox görkəmli dövlət adamlarından biri, Vaqif Bəhmənli çox hörmət edən, özü də çox istedadlı bir xanım. Deyirdi ki, Vaqif Bəhmənli təfəkküründə dövlətçiliklə, rəsmiyyətlə, ondan sonra məsuliyyətlə, o şairlik ən sıx birləşən bir kəsdir. Ona görə də hərdən onun bir misrayla, iki misrayla dövlətin ideologiyasını ifadə edən elə sözlər olur ki, ən belə o dünyadan xəbərsiz adama da çatırdı və onun hisslərini oyadır. Bax, o mənada yenə deyirəm ki, zəngin adam, ruhu, mahiyyəti, daxili, təbiəti və bütün bu zənginliyin içərisində həm də belə deyim ki, o təvazökarlıqdır. O ki, qaldı bu Vaqif adına. Bu birinci Vaqif bilirsiniz də harada. Mehmet'in Qarabağda işləyib, amma. Yox. Öyle diyor. Ben her tərəfində işləyib, özü də yaxşı işləyib. Qazaxdan qaçıb gelib Qarabağ. Qazaxdan neysə problem yararıb, düz dağlarında olur. Amma nəzərdə tutun ki, əgər Vaqif Bəhmənlidirsə, əgər Vaqif Cəbrayılıdırsa, bu təkcə qalamalıdır. Mən Qazaxdan. Vaqif Bəkirovdur Qazaxdan. O heç, tam onu şəkil şübhəsidir. Xoş qıza gələr olsun deyə. Oldu, sağ olun. Vaqif Bəhmənlidən 5 gün sonra Qazaxda yox, Naxçıvanda da digər bizim bir akademik dünyaya gəlib. Onun da 70 yaşından təbrik edirik. Akademik Muxtar İmanova söz verirəm. Buyurun. Vaqifin xasiyyəti, xarakteri haqqında deyim, sonra şeirə keçmişsinə, onun nizam bəlində deyim. Vaqif həddindən artıq həddindən artıq. Və bizim edəbiyyatımız, poeziyamız tarixində Vaqif qədər özünə məxsus avtopartiya şeirləri için şahiddir. Məsələn, onun elə avtopartiya şeirləri var ki, ağla gəlməyən obrazlardan istifadə edir. Məsələn, bir şeiri yadınıza salıram, Səbzəli şeiri. Bu adam özünü şüyüklə müqayisə edir, kişnişlə müqayisə edir, doğmadan zarafatla bəhs edir. Və özü haqqında nə deyir? Deyir ki, mən kiçik adamım. Mətləbi uzatmıram, o şeirləri yəqin siz çoxunuz oxumusunuz. Vaqif təvazökarlıqla Azərbaycan şeirində özünün avtoportretini o şəkildə yaradır ki, o ucalıqda, o formada avtoportret cümlələri yəni təvazökarlıqla özünü o cür deyək ki, mən kiçik adamam deyə o yüksəkliyə qaldırır ki, bu doğrudan da Nizami müəllim demişkən şair səmiyyətinin böyük zirvəsidir, səviyyəsidir və poetik səviyyəsidir. Vaqif bizim yaşlılarımız içərisində təkcə şairlərə yox, həm də özünün müxtəlif sahələrdə çalışan yaşlılarına böyük bir nümunə göstərir. Vaqif təkcə fitri istedadı ilə kifayətlənir. Vaqif o fitri istedadı bizim hamımızdan fərqli olaraq bir katorqa əzabı ilə birləşdirir. Elə bir dəhşətli əzabla boğuşdurur, birləşdirir ki, indi həmin o 15 bilik söhbəti ortadadır, onun 50-yə yaxın kitabı ortadadır. Mən deyirəm ki, çox yazmaq böyük sənətin göstəricisidir. Mən deyirəm ki, Vaqif kimi çox yazmaq sənətin göstəricisidir. O qədər zay-zay cildlər saf edənlər var. Amma Vaqif qədər sərqəli, sahmanlı, özünün geyimi kimi, keçimi kimi, tərbiyəsi, oturuşu, duruşu kimi də şeirləri var. Vaqif qədər şeiri özünə oxşayan tək şairlər olur. Çünki Nizami müəllim demişkən, son dərəcə səmimi, son dərəcə fitri istedadla yorulmuş və zəhmətlə yorulmuş şeirlər.
Vaqifin intonasiyası çox zəngin. Məsələn, bizdə belə bir vərdiş var ki, deyir ki, filan kəsir, filan üslubu var. Şimdi mən də razılaşıram, üslub biraz mürəkkəb anlaşır. Amma bəlkə intonasiya deyək, Vaqifin o qədər fərqli əlvan intonasiyası var, şeirdən şeirə, mövzudan mövzuya, qəhrəmandan qəhrəmana, ovqatdan ovqata dəyişir. Məsələn, Vaqifin özü dönə-dönə deyir ki, mən göylər şairim və çoxlu da şeirləri var. Yəni, orada bir lirik, romantik ovqat var, intonasiya var. Bunun əsas obrazları göydür, qartaldır, nə bilim, tanrıdır, dolan, boşalan bulutlardır və s. Vaqifin lirik şeirləri var və yumorla qaynayıb qarışan şeirləri var. Burada o böyük məsafələri, o tanrı qədər ucu olan, qartallar qədər yuxarılarda olan, bulutlar qədər yuxarılarda olan, o obyektləri, o predmetləri Vaqif yumorla çəkib gətirir öz yanına. Məsələn, deyək ki, birinci ovqatda, birinci intonasiyada, o silsilə şeirlərində qartaldan danışan Vaqif, ikinci silsilə şeirlərində ovqatı dəyişir, intonasiyanı dəyişir, yumorla və bağda, su çənində oturub oxuyan qarakoyuqdan danışır. Evdəki qabdan, qaşıqdan danışır. Balalarının, nəvələrinin başına sığal çəkən kimi, boşqaba da sığal çəkməkdə bir həyat eşqi. Sənə təlqin Vaqif bu var. Yəni, lirik romantik üslubdan, lirik romantik ovqatdan, intonasiyadan, birdən-bir intonasiyanı dəyişir. Yeni bir silsilənin başlanğıcını qoyur Vaqif. Vaqif haqqında mən dostların yazılarını oxudum, məsələn, Adilin yazısını oxudum, Ulu Məhərrəmlinin yazısını oxudum ki, görür, tələbə yoldaşları bunu necə duyurlar. Ulunun dediyi bir fakt məni çox tutdu. Deyir ki, biz tələbə olanda Vaqif özünün publisistik şeirləri ilə qəzetlərdə, mətbuatda ardıcıl şəkildə çıxış edirdi. Bizi məcbur edirdi, yazın və bizim yazılarımızı o redaktör edirdi. Mən Vaqiflə nəşriyyatda bir yerdə işləmişəm, qısa müddət. Ən qəliz mətni ki, bir neçə redaktora vermişəm, inandığım, heç bir redaktör edə bilmir. Vaqif 2 saatın içində bu qəliz mətni redaktör edib gətirib qoyub ortaya. Mən heyrət eləmişəm ki, cümləni necə duymaq olar, sözü necə duymaq olar. Və Vaqif bizim tək şairlərimizdəndir ki, onun çox zəngin publisist var. Yəni, etiraf eləyək ki, heç də hər şairin gözəl məqalə yazmaq qabiliyyəti yox. Misallar çəkirəm, ayıqdır, buraya elə yedik, bunları demək olmaz. Hər şairin, hər jurnalist adını tutaran şairin elə publisistası yoxdur. Və bu publisistanı mən təsadüfən demirəm Vaqif. Vaqifin bir intonasiyası da var, lirik publisistik intonasiyası. Və bizim ədəbiyyatımızda tək şairlərdir ki, onlar həm də toplumun portretini yarada bilirlər. Bir neçə şeirini xatırladıram, siz əgər oxumusunuz o şeirləri düşünün. Qaçış şeiri var. Toplumun dəhşətli bir portreti var. Məsələn, bir misra yadındadır, deyir ki, qorxu düşüb, fəlakət kimi hamı qaçır, ev də qaçır, dam da qaçır, ağac da qaçır, hər bir toplumun dəhşətli bir obraz var. Vaqifin biyabandan biyabana adlı bir dəhşətli şeiri var, adiyanə bir şeiri var. Publisistika ilə, kütlə psixologiyası ilə, obrazı ilə, özünün obrazını elə birləşdirir. Bizim ədəbiyyatımızda elə şey yox. Mən demirəm ki, hamıdan güclüdür. Deyirəm ki, özünə məxsusdur, belə bir obrazı yarada bilir. Vaqifin metro ilə bağlı bir qışqırtı şeiri var. Hamı sakitdir, heç kim danışmır, heç kimin səsi çıxmır. Amma orada duran qarının alnındakı, üzündəki qırış qışqırır, fəryad edir. Qızın barmağında üzük qışqırır, fəryad edir. Belə şeiri mən bizim şeirimizdə rastlayabilirim. Bu yəni metrodakı insanların obrazını özünün obrazı kimi elə məharətlə yaradır. O demək ki, Vaqif həm də publisistanı elə belə yandan keçən, göründən keçən bir fakt kimi həzr edir. Onu şeirə də gətirəsidir, yüksək poetik səviyyədə şeirə gətirəsidir. Mətləri uzatmıram, Vaqifin bir söz oyunu adlı şeiri var. Deyir ki, məzmunu belədir, deyir ki, söz bir padişahdır, mən onun qoluyam. Mən bu məqamı çəkirəm, söz üzər-üzər, söz yazar-yazar. Amma axırını belə tutarır, deyir ki, görəm məndən sonra bu sözüm yadigar qalacaqmı? Məncə deyir, qalmayacaq, mənim sözlərim tam sürəkdə qalacaq. Mən Vaqifə üzünü tutub deyirəm, ürəyim, Vaqif, sənin səndən sonra şeirlərin qalacaq, sözün qalacaq, həm publisistan qalacaq,
hem şiirlerin kalacak. Ne yazırsansa o kalacak çünkü sen hakikaten söz adamsan, edebiyat adamsan. Necə ki bizim edebiyatımız durur, senin sözlerin de yadigar olarak kalacak. Eşk olsun sana. Sağ ol. Teşekkür ederim. Azerbaycan coğrafyasına Kazak Naxçıvan ekskursiyasından sonra yine Huzuriye qayıtmaq istəyirəm. Hörmətli Seyran müəllimin Vaqiflərlə Dünya Dolu adlı kitabı çıxıb. Vaqif Bəhməninin xatirinə Azərbaycan xalqına şanlı məktub yazıb ana müəllim. Amma bu deməli Seyran müəllimin məşhur Qaçaqaç romanından parçadır. O romanda da Vaqif müəllimin Bakı şəhərindəki jurnalistik fəaliyyətindən başlayaraq çok ince detallara yazmıştı. Vaqif müəllim də bir baladıca hələ incimişdi ki, elə Seyran da hər şeyi götürüb yazdı. Seyran müəllim burada da indi hər şeyi danışmıyor. Ve doktorun hamısı gibi onlardan büyük. Hamı doktor. Çünkü hamı sözün belinden gelmiş. Dedemizin beline üstlenmiş, bağlası hastalık olmuş. Ve bir bilesiniz ki, beşeriyette başlayan proseslerde hamısı bilirsiniz. Vallahi beni götüren dalanmadım. Bizim birbirimizden başka hiç kesimiz yok. Ne olsun? Burada tehdit. Bu beşeriyetin içinde tehlikeli var. Öyle böyle. Ona göre de sizden böyle birbirimize karşı hemşe dikkatli olmak. Lazım Vaqif, ben ne bileyim, hem balaca kardeşimdir, hem ikiz daimdir, hem yer üzerinde büyük kardeşimdir. Alem karşılığında biraz zahir ve sadedir. 153 yıldır ben Vaqif'in yaratıcılığını izliyorum. 53 yıldır. Ömrümde bu adam benim yüzüme gayet. Ama bu yakınlarda yüzüme gayet. Deməli, 53 yıldır bu maaş evlerini kullanırlar. Adam bakıyor gözlerimizdir. Burada ben bilen hiç kesin öyle stajı yoktur. Adama 5. yıl okuyorlar, 10 yıl okuyorlar. Ahırı ben de bağa çağırdım, ben biraz da vəziyyətimiz yaxşıydı, cəsarətə geldim, dedim var, başqadır. Və bundan sonra özüme ayrı oxucu tapdı, əlçəklərim yox. Nə desə yaxşıdan bəlim, qızıl qırmızı, belə deyim, üzümə qayıtdı, uşaq üzümə qayıtdı, böyüyün üzünə alırdı, belə deyim. Geri söyləmədim, sən mənim oxucum dövsənə dinləyicimsən, benim iki sərlik Qaçaqaç romanı var, 2 cilt. Bir seferde orada bir fəsildə deməli Vaqif Bəhmənli yazılır. Elə gəlir ağlıma gəldi ki, bunun qabağa 70'li gəldi, ben buna ne bağışlayayım? Ne bağışlasam? Yani yadda kalmıyor, ben de istedim, yadda kalsın. Özüne zəng verdim ki, böyle bir kim var. Hissenin o parçalı ayrıca kitap aldım, bak. Burada Vaqif Bəhmənli xətrinə, gör bu adam xətrinə gəlməz ki, Vaqif Bəhmənli xətrinə Azərbaycan xalqına şanlı bəlkə. Məndən hər şey deyil. Ben çok danışmaq istəmirəm. Sözümün davamı kimi ardı deyirək gələndir. Ardı da burada. Vaqif'in ümumiyyətcə ədəbi nəsli, bunlar mənim dərnəyimə də gəldi. Vicdanın olmağına şüphelenmeyen ama adam her şeyden şüpheleniyor. Adil Abbas başta olmağına Vaqif Bəhmənli, Ağaca Bəyəsəndi, Marif Sultan, Doktor, Tofik Nürəli, bunlar mənim bir dərnəyim var. Bunlardan cəmisi mən elə senden böyük bölümü yaşlı görüyorum. Nərman Həzəmzədinin bunların arasında olanlar, mənlə bunların arasında yoktur. Ama bunlar müəllimlər deyil, mən özümü dağıtırdım, benim bir şeyimi müzakirde okuyup, elə yola verirdik. Ben sözümün davamı bu kitaplarda kim istese okuyabilir. Böyle öpürəm, bağırma. Çok sağ olun, selam. Öyle olun. Teşekkür ederim. Kitabı oxsaz Vaqif müəllimin həyatının özü
sözü boynuna almadığı bəzi məqamları da görəcəksiniz oradan. Amma efendim biz orijinal olsun deyə bu tədbiri başlayanda Vaqif müəllimə söz verdi, şeir oxudu. İndi istəyirəm mən sizə söz verim. Sonra Vaqif müəllim bir dənə də şeir olsun. Mən bilirəm ki, sizin digər bir tədbiriniz var, getməlisiniz, sonra gedərsiniz. Vaqif müəllimin dinləyicisi olan. Ama ben şehir okumayacağım. Yox, siz şeir oxumayın, Vaqif müəllim şeirini dinləyib sonra gedərsiniz. Aziz dostlar, tədbir iştirakçıları, mən əvvəla üzr istəyirəm ki, işləməyəcəm, amma üzrlü səbəb var. Çox vacib bir tədbir var, çox verilmə. Amma dedim ki, necə olsa mən Vaqifin məclisindən çatmalıyam. Çünki Vaqif mənim hörmət elədiyim insanlardan biridir, bizim gözəl şairlərimizdən biridir. Üstündə xoş münasibətlərimiz olan bir insandır. Və indi qəribə bir söz deyəcəm. Bir də onu məni onunla bağlayan olur ki, Qarabağlı. Şimdi diyeceğiz ki bana arkadaşlıktan yetişiyordu. Ben demek vaktinde çok cavan yaşında Ardıman Polis'in vardı. Orada bir cümle vardı. Onu klavye sensör bırakmak istemiyordu. Cümle ise böyleydi. Bu Bakililer, Naxçıvanlılar, Qarabağlılar, Kazaklılar, Gəncəlilər, Göyçaylar içinde Azərbaycanlı olmak çok çətin. Bunu bırakmalardı, günlərini keçdi. Amma mən niyə yəni də yerlikçilik eləməkdə ətrafımızı Qarabağlılar Nizami ilə mən amma mən də demək çərək Qarabağlıyam, çünki bu mənəm Qarabağın Qarabağ babasından. Amma mənim Qarabağlı yazıçılara kövrək münasibətinin səbəbini bilirsiniz. O da 30 işgal olunmuş Qarabağ torpağımızla bağlı. Çünki hamımız Qarabağın dərdini çəkmişik, hamımız Qarabağın ağrısını çəkmişik, əzabını çəkmişik. Amma bu insanların dağılmış evləri oradadır. Bu insanların valideynlərinin qəbirləri oradaydı. Bu insanların gençliği orada qalıb, uşaqlığı orada qalıb, həyat haqqında ilk təəssüratları orada qalıb. Buna görə mənim o Qarabağdan çıxan yazıçılara bəlkə də xüsusi kövrək münasibətim var. Vaqif də onlardan biridir. Və əgər vaxtında 6 il bundan əvvəl mən bu çıxış etsəydim, deyəcəkdim ki, Vaqif gün olsun sənin yübüleyi Şuşada qeyd edək, Şuşada qeyd edək, Füzulda qeyd edək, Ağdanda qeyd edək. Amma bugün deyirəm ki, biz bunu edəcəyik. Çünki torpaqlar qayıdıb Azərbaycana, öz vətəninə, öz Dədə Baba ocağına, mütləq bu rayonlarda da sənin ya bugün yarıcansa yübüleyi tədbirlərini keçiriləcəyik. Ve son bir şey de deyip ben başlayayım, ben uzun danışa bilmirəm. Bu uzun danışmaq da çok büyük bir kabiliyettir. Onu bende yoktur. Ben hansı tədbirləsə Rəşad onu qeyd edeyim. Hansı tədbirləsə çıxışlayanda deyim ki, cavanlı şey bu rəssamlar Füzulinin şəklini çəkəndə ancak qoca şəklini çəkirlər onu. Çünki eğer, gene misal getirin, eğer tutuştuktan olduğunu aşağı gördüğün gördüm, gayet olduğu olanlar gördüğün gördüm, misralarını koca bir adam yazıpsa, yazabilirse, Dəhanın dərdime derman dediler Dağçı Ana'nın, bildiler derdimi yoktur dediler dermanı. Bunu cavan adam yazılır. Ki bu cavan dolu bir eserdir. Ama bugünlerde Edebiyat Gazetesi 525'te Vaqif Əhmədin şeirlerini okuyanda başa düştüm ki səhv edirəm. Ben Vaqif'i tabii ki Füzul'la müqayisə eləmirəm, amma onu demək istəyirəm ki 70 yaşında da sevgi şeirləri, cavanlıq şeirləri, ilham dolu şeirlər yazma olur. Vaqif bunu sizi deyir. Teşekkür edirik. Doğrudan da ben bizim zəfərimizdən sonra Qarabağ dastanı 30 ilin həsrəti 44 günün zəfəri kitabının ilk ideya müəllifi oldu və Qarabağdan olan yarışlarımız burada iştirak edenlər də özləri onları barədə yazdılar. Qarabağ haqqında çox sanmalı kitablardan biri oldu. İndi Vahid müəllim, bəlkə siz də Qarabağdan bir şeir oxuyasınız, sonra müəllim oxuyun. Bir daha gelmemişten adam bütün rəhbərliyi teşekkür ederim. Biraz güzelmiş. Ölkəm Mekanın kendi yarattığınızı bir daha sanırmışlar. Hoş geldiniz. Biz sizi çok seviyoruz. Sözün əsas səsaları var. Lazım olsa mikrofon gətirərik. Bir daha
Şehrin adı müəllim. Seyran müəllimə şehir oxuyanda deyir ki, şehrin adını deyir. Ben başa başladım diye şehrin adını deyir. Deyir, özü bilər, nəyi kim deyir. Hər fikir tam deyil, biraz yarımdır. Bir çoxu həyata müəllimdir. Mənim müəllimim balalarımdır. Balamdan öyrəndim tərsə getməyi. Qır oldu damarda rəngi qanınla. Öyrəndim təkrarən dərsə getməyi. Təkrarən öyrəndim əlifbanı da. Məsəl var həmişə təzədən təzə, hələ bir kişidir özünə görə. Başına döndüyüm qadını bəzən incitdim bir uşaq sözünə. Boğuluklar yenətli dar qoltuğunu, getməkdən dabanım cadar bağladı, anladım zəhmətin nə olduğunu, yazmaqdan barmağım, dabar bağladı. Anladım atasız, canda qan olmur, əyilir, əzilir, boğulur uşaq. Dəfinlər boşluqdur, anadan olmur, atanın səbrindən doğulur uşaq. Tələsik, təlaşlar, həyazan, başa vuran qan, dəhliz sirrin ayrı tayında olur. Desəm ata doğub uşaq, inan, çünki doğub vaxtı zar-zardayım, analar canının ayrılır. Balaya əyilir ananın qəzdi, balada dirilir atanın zərdi, nə namaz, nə Quran, cümlə hədərdir, ən möhkəm atanın səbrinin həddi, bala sövmən elə dönən qədərdir. Sökülür divarı, çürüyür taxtı, kimlər ki güvənir qalaya görə, padişah balaya tapşırır taxtı, rəiyyət dilənir balaya görə. Deyir, özü bilər nəyi kim deyir, hər fikir tam deyil, biraz yarımdır. Bir çox həyata müəllim deyil, mənim müəllimim balalarımda oxuyur. An yaşında, canım sudur, birdəki qan, hamı çəkilsin başımdan, mən qalım, bir də anam. Cənnət qabarır döşümdən, körpə qanmaz nə günah, hamı çəkilsin başımdan, bir mən qalım, bir də Allah. Allah da, anam da boşuna, çapırsa altında kəhər, hamı çəkilsin başımdan, bir mən qalım, bir də dəftər. Uçsun kəpənək, yansın şam, yerlənsin beşikdə eşkim, hamı çəkilsin başımdan, bir mən qalım, bir də eşkim. Lütf edin məzarım daşında, ömrüm gül açsın, ağa, hamı çəkilsin başımdan, bir mən qalım, bir də torpaq. Hanım, geçmək istəyəndə sizə gedirdik. Sən də gedə bilərsən, aşağı bilirəm. Sən də təbii bilirəm. Sizin də həyat yoldaşının bu yubileydi. Sən də gedə bilərsən. Rəzəsinə qədər. Əyləm, siz gəlin mənim yanıma. İkinci hissədə sizin də iştirakınız münasibdir. Sağ olun. Bilmem gələrdir. Gələrəm. Buyurun, anam, nəsə deyildi? Yusuf Məli. Rüstəm Beyrudi gəldi yanınızdadır. Yusuf Məli. Sonra siz burada oturdunuz, sonra orada bizim qonaqlardan gəlin yaxınlaşın oturun. Deməli, burada bizim bilirəm ki, çox hamı ürəyi doğdu. Füzulinin geçmiş rəhbərlərindən Nəbi Muxtar buradadır, Aslan Mehdi buradadır. Digər bizim qonaqlar da yəqin ki, kim söz istəsə deyəcəm. Amma indi icazə verin, hörmətli millət vəkili, əziz Aqil Abbasa söz verək. Çünki mən də Vaqif Məmin ilə Aqil tanış ediyor və düzdür. Yazdan gəlir. Ama başka bir şey bilirəm. Vargın payızası özü kiminlədir. Ben vargın təmizliğine bir müsaat edirəm. Sonra kendi gazetmişdi, yaş gazetler. Böyle bildim. Ama bu günleri aslında adama zaman bırak ediyor. Bütün karşıda. Sonra ben sabıkarım dedim.
dediler Vagif'in olmasın. Dedim o da ben dedim. Sen de Seyran Mehmet'e söyle. Orada olan şeydi. Nerede gittik? Meşhur hava selamının yanında orada yolda kim çıkmış? Ben gelmiştim. Kalktım Vagif'e bir doğru. Buna dedim ben senin tanıştım. Dedim de dedim böyle bir çağıram yemek. Ben o ara mı geldim dostum, ben öken yedim işte. Yani gayet temiz. Bir de Mehmet Aran'ın çok sevdiği şairdi. Vagif Ölçen'de Medeni Şöbesi'nin biri Afrileri. Ben dişsiz ama. Ben de sevdiğim Medeni Vagif'i çok sevdiğim güzel şairdi. Çünkü yazma Vagif'i soruyordu. Vagif'in de gazete soramadı. Vagif gazete soruyu edebiyat gazeteleri. Yani Ölçen'de gazeteleri. Vagif harbiden çok zamanında bakın üstlendiğinde Vagif'lerin bir tanışık olmuşu, dost olmuşu, biraz da kahramanlığımız olur. Sonra ailevi dostlar Vaktimde kalamayayım. Ama hadi yardıma gidip çıkalım. Bakın sen, daha öldürdüm sana. Büyük benden azad oldum, ben de gitmişim oraya. Bizim var. Gitmişim, Ramiz Mehmet'in rehberliği ve Berat Kalkmaz'ın rehberliği. Biz beyefendiyiz, girişinde de gelecekleri var. Vagif sesi yolda, takşim bizim evden bu hayat olsun orada. Ben de deniz başlı, dedim ben burada bir göçermiş. Onun evi var orada. Onu koruyor. Arada biraz sözünün varlığı var, yaşlı takşımıza, evimizi darmalarlıyız. Öz askerlerimiz. Öz askerlerimiz var. Vagif bu kadar, bu kadar evimizde olan var. Öpürem de seni. Öpürem seni, tehlike o kadar taşlara. Sağ ol. Ben aparıcılığıma müdahale edemeyeceğim. Deməli, bizim bu tədbirlərdə elə qonaqlar var ki, çox az gəlir. Onlardan biri də Zakir Fəxridir. Gördük, çox şad oldu. Zakir Fəxri ilə axırıncı dəfə Sovet Kəndinin redaksiyasında Vagifdən bir yerdə orada gördük. Sənə söz verirəm, buyur əzizim, sən də təbrik eləmək. Vagif bir gün neçə illər əvvəl Sovet hökumətinin vaxtında gəldi bu şeyə. Üstə 4 misradan ibarət bir şiir qoymuş. Gözəl şeydir tənhalıq, gözəl hisslər o proqramın üzərində. Gözəl şeydir tənhalıq, durub qaşınmalar. Mən Vagif dedim. Elə onda da taksiyə minib qaşın ballarım. Allah kəmini sağ etsin. Sağ ol, hadi. Anam mənim tez-tez Azərbaycan ədəbiyyatçılarının, şairlərinin, yazıçılarının həyat yoldaşları barədə danışır ki, Həsən bəy Zərrabinin həyat yoldaşı, Hənifə xanım, Xəlil Rızanın həyat yoldaşı, Füreyniz xanım, Məhəmməd Arazın həyat yoldaşı, Gülxanım xanım, onlar öz həyat yoldaşları üçün çox fədakarlıq edirlər, onların yaradıcılığı üçün. Bu gün də belə bizim fədakar xanımlar var. Burada indi hörmətli qrup məhəlləminin həyat yoldaşı odur. Düz onlar paraleldə hər ikisi yazıb yaradır. Eləcə də Rəhlə xanım Rəhmənli ilə, Rəhlə xanım Gülgünlə, Vagif müəllim, hər ikisi eyni fakültədə oxuyublar, jurnalistika fakültəsində və Rəhlə xanım öz yaradıcılığından da qalmayıb, amma Vagif Rəhmənlinin bu cür kitablar müəllif olmasında, bu cür stabil yaradıcılıqla məşğul olmasında heç şübhəsiz ki, Rəhlə xanımın xüsusiz rolu var. Ona görə də mən bu orijinal məclisi istəyirəm Rəhlə xanıma söz verim, o davam eləsin. Bakın mənim o qədər şeyləri var, şeyim olan mənim Rəhlə xanım haqqında. Ki, nə qədər onu çox özlüyüm. Biri də var ki, bərəlmiş gözlərin özündən qabaq gedir, Rəhlə xanım, sən nələr çəkdirsən. Teşekkür ederim. Sağ olun. Bir şair xanımı olmalı. Yəni ki, şair xanımı olanlar daha yaxşı bilirlər.
və ikinci bir tərəfdən də o şair əkizlər qılıcı olarsa, onunla yaşamağı necə çətin olduğunu anlayanlar bilərlər. Amma mən taleyimdən narazı deyiləm. Mən bu dünyada, Azərbaycanda, bəlkə də şərq dünyasında bəxti gətirən qadınlardan biriyəm ki, mən bu cür bir insanla qarşılaşmışam. Görür ki, Allah məni istəyir ki, mən Vaqiflə qarşılaşdırır. Çox xoşbəxtəm. Vaqif haqqında mən onun necə deyərlər, yaradıcı haqqında bir söz söyləmək haqqım yoxdur. Onu artıq söylədilər, bilənlər bilir və Vaqif öz haqqında da şeirlərində bir növ tərcümeyi halında bir poeziya dili ilə hər kəsə çatdırıb. Dostları yaxşı bilirlər Vaqifin necə yaxşı dost olduğunu, yaxşı insan olduğunu, bunu bilməyən yoxdur. Amma yaxşı bir ömürgün yoldaş olduğunu məndən daha yaxşı kimsə bilməz. Vaqif bir mərhəmət simvoludur, Vaqif bir insanlıq simvoludur, Vaqif yaxşı atadır, Vaqif yaxşı övladdır, Vaqif yaxşı insandır və mən də çox xoşbəxtəm ki, o mənimdir. Sağ olun. Xalqımdır. Niye böyle azlamışsınız? Bəs yeter. Ben hele kulak astım dedim. Devam edeceğiz. Sen söylüyorsun. Boşluğu doldurmalısın. Buyurun Vahmem şiir okuyun yine. Sevgi nedir? Biraz da şöyle olur. Sevgi qədim bir adətdir. Səni canından alır. Çox qəribə ibadətdir. Canı dindən alır. Durma, cala baxdı, sanki yatır şah yataqda. Sevgi güldür şah budaqda. Əllə öpürsən solur. Baxmaz quruya qumsala, xas sənlər toxum salar, əvəzinə canım salar, dərhal denən olur. Ölməz deyil, an olmaz deyil, and eləsən, qollarını kündələsən, qıt-qıtla bənd eləsən, sevən kinamız alır. Uca göylər çox alçaqdır, sevən kəsə alacaqdır, əzəl sevgi son palçıqdır, vurğun gözə solur. Canın yetim qurusudur, canın yetim qurusudur, mələkçi ruhusudur, sevgi alın yazsın, məzarda da qalır. Min desələr yüz gülmərik, yol desələr iz gülmərik, sevgi nədir biz bilmərik, onu göylər bilir. Çok sağ olun. Hürmetli Ali Emirli'ye söz vermek istiyorum. Buyurun Erdoğan. Ümumiyyətlə, sevdiyi adam haqqında danışmaq asandır. Dramaturgiyada belə bir qayda var, yəni piyesiyalarında bilirlər ki, birinci növdə öz personajlarını sevməlisən. Əgər onları sevməsən, onlar haqqında təsirli bir şey yaza bilməsin və o personajlar tanışışlar da sevməyəcək bir yana görəcək. Şimdi burada məclis başlamamışken galiba bu kitabda Akşin Babayev haqqında bir yazı okudum, kadrdan sonra kadar. Ve ben Akşin Babayev'e yazdığı insana, onun hakkında yazdığına ne kadar büyük məhəbbət bəslədiyini, hörmət bəslədiyini ve burada səmimi olduğunu gördüm. Doğrudan da ben yazıda okudukça Akşin Babayev'e çok yaşlanıyordum. Bir yerde bir tane kırmızı işlemişim. Gördüm ki ne kadar o insanı dərindən tanıyır, necə böyük sevgiyle, məhəbbətlə yazır. Bütün şehirlerinde de neden yazırsa o sevgi, məhəbbət var. Ona göre de o poeziyası uygulanır. Ben bu tebrik edirəm sizi. Bu sevgini başa korumalı, arzuluyor. Bu sevgi bizim özümüzə koşulur. Yaxşı Sağ olun Erdoğan. Teşekkür ederim. Çok sağ olun. Vakıf Erdoğan'da olan əksər mətbuat orqanları geniş yer verir. 525'te orada ne zaman gelse 2 sayfəni özü dizayn edir. Ona göre bizim teknikçiler çok heyecanlanırlar var. Edebiyat gazetesi öz yerinde ama ben de bizim hamımızdan çok Azerbaycan jurnalı, İntiqam müəllimi o Vakıfın hem publisistik yazılarına hem şiirlerine o kadar ürəklə, səxavətlə yer verir ki. İlk dəfə mən Vakıfın şeirlərini Azərbaycan jurnalında mən də oxumuşdum. Kim saxlayıb bu səkidə maşını, adres statusa burada qırdırsın maşını. Bu olub 80 6'da. 78. Yox, 78'de olub. Onda da siz çalışırdınız. Bəli, Siz klassiksiniz de mən maşallah. anadan olanlar orada çalışıyorum. Buyurun, İntiqam Qasımzadə. Həqiqət də anadan olanlar yox.
10 yaşından ben Azerbaycan jurnalına gelmişim. Ama bir yakında bir yere birden aklıma geldi dedim. Ona göre ele bile gelmedi aklıma. Ona göre aklıma geldi ki bu 7 nömreli mektebde okuyordum. Atam da Azerbaycan jurnalında işliydi. Onda 2. mertebede Reşat Osman Otağı'ndaydı. Azerbaycan jurnalı. Oradan tersten 3. sınıfta okuyordum. Oradan tersten sınıf geldim Azerbaycan jurnalına. O vakıttan ben Azerbaycan jurnalına geldim. Bu arada işte 78. yılda geldik. Ona biraz bilir, belki o yan bilir, bu yan olabilir. Mesele bundadır. Mesele ondadır ki, Vakıf o zaman Azerbaycan jurnalının gələndə, Azerbaycan jurnalının ona qədər olan ənənəsi vardı o vaxtda. O ənənəyə görə belə gənc oğlanların bir şeyini verərklər və ədəbi gənclik rubrikası altında şəhərlərdə. Vaqif gələn ili tək Vaqif deyildi, o biri Vaqif də gəldi, sonra Ağazəhmər də gəldi. Bunların şehirləri birdən-birə 800 misra, ümumiyyətlə 800 misra şeyi düzüz deyib sizə elməli daşırır. Biraz çoxdur. Üretiyorum falan, neredeyse sevmiyorum. Öyleyse jurnal yarısı gitti. Evet. Ama bir redaktör kimi ben heyifsilemiyorum. Elə belə boş yazılar verməkdənsə, nə jurnalın səhifələrini doldurmaqdansa, Vaqif kimi, Vaqif Bəhmənli kimi adı tam olsun. Vaqif başqa Vaqif də var. Vaqif Bəhmənli şairi şeirlərini yazdığı kimi vermək, olduğu kimi təşkil edib, redaksiyaya gətirdiyi vəziyyətdə ona əl vurmadan eləmək doğrudan da redaksiya işçiləri üçün bir şərəfdir. Mən Vaqif'i çox istəyirəm, onun təhsil bir insan kimi. Mən də onun dostlarından və Seyran Səxavət deyir ki, dinləyicilərdən deyim, oxucularından böyle. Mən həm oxucusuyam, həm redaktörüyəm deyirəm, rəsmi belə gelir. Həm də dinləyicisiyəm, ona görə ki, biz Seyran'la bir yerdə Vaqif'i şeylərdə çox dinləmişik. Öyle çok gözəl belə şəraitdə dinləmişik. O şəraitdə adamın doğrudan da şehir yaxşı dərk olmuş, şehir yaxşı bəlli olmuş. Sağ olun. Vaqif bəlli. Amma sonrası nə təvəl? Sonra nə təvəl? Sonra da qəşək bəlli, siz belə Vaqif təpədən dırnağa yüksək əxlaqlı və dostluqda da möhkəm bir oğlandır. Və o ömründə elə olmuyor ki, hələ məni, oradan mən oraya gələndə maşınsız gedərdim. Ona görə ki, bilirdim ki, orada sonra qaizat məsələsi var. Vaqif məni maşına oturtturub, pulunu da verib elmə yola sağlardı. Hər dəfə. Buna görə burada cəmatın arasında sənə minnətdarlıqlı bildirəm. Var ol. Sağ olun. Sözünü mən neyinlə tamamlamaq istəyirəm. O dediğim şairler ki vardı, bunlar 60. illərin şairlərindən sonra, o Əli Kərimdən, sonra Tofiq Bayram, bunlardan sonra gələn şairlər idi. Vaqif Səmədoğlu 60 ildə, artıq o da 60. ildə idi. Gələn şairlər, bunların işi biraz da çətin. Ona görə ki, artıq ortalıqda tək Sovet ədəbiyyatı nümunələri yox, biraz o sərbəst ədəbiyyat nümunələri artıq var idi. İndi nə isə demək lazım idi, necəsə demək lazım idi ki, və bunlar da görünsünlər. Və bunlar göründülər də, doğrudan da göründülər. Ona görə ki, məsələn, Vaqifə gəlincə, mən Vaqifi nədən gördüm və bugün də Vaqifi bizim əlimizdə jurnalın səhifələrində qoymuş çıxıb da artıq o yazılar. Və o yazılara bir də diqqətlə baxanda, oxuyanda onları görürük ki, Vaqif, bilirsiniz, onun şehirləri Azərbaycan şahi ədəbiyyatının, Azərbaycan aşıq ədəbiyyatının, o bizim kök ədəbiyyatımızın, o torpaqdan gələn ədəbiyyatımızın mayası ilə yoxdur Vaqif'in yazı. Amma tək elə olsaydı, Vaqif yenə də Vaqif olmazdı. Həmən o yazıların, həmən o xüsusiyyətlərin üstünə Vaqif özünün 20-ci əsr möhrünü vuradır. Vaqif var ol,
yaşa. Sən həmişə gözləyirəm şeirlərini, sən bilirsən ki, ümumiyyətlə təkmək yox, Azərbaycan jurnalı gözləyir. Mən səni can sağlığı arzu edirəm. Sağ olun, İlham. Ki, nəvələrimin toyunda Növbəti sözümüzü böyük ədəbiyyatşünas tənqidçimiz Vaqif Yusufiyə verəcəm. Vaqif müəllim, danışmaq istəyirsiniz? Biraz danışalım. Buyurun. Ad mənasında mən də Vaqiflər aləminə aidəm. Qanaqdan üstü dəyir. Və Azərbaycan poeziyasında da Vaqif Səmədoğlu var, Bayaqlı var, Vaqif Bəhmənli var. Bir də bir tənqidçi var. Mən əlbəttə Vaqif Bəhmənli ilə yaxından, deməli, Sovet Kəndi qəsdində işləyəndə öz yazılarını, ədəbiyyat haqqında fikirlərini, nəsrdən, şeirdən olan fikirlərini həmin qəzetə aparırdı və Vaqif çox böyük məmnuniyyət olaraq çap edir. Sonra Mədəniyyət Nazirliyində işləyəndə də həmçinin, deməli, qızıl kəlmə çap edir. Demək, amma mən Vaqif'i nə vaxt sevmişəm, yəni bir şair kimi. 1978-ci il nömrə deməli 8. Əkrəm Əyliski baş redaktor idi və o dövrdə gənc şairlərə, gənc nasirlərə xüsusi diqqət var idi. Heç bir zaman olmayan bir diqqət. Deməli, həmin nömrədə 3 cavan şair, Vaqif Cəbrayilzadə, Vaqif deməli, Bəhmənli və Allah rəhmət eləsin, Eldar Baxış. Vaqifin deməli, oradakı şeirləri indi də yadındadır. Deməli, heykəllərə aid şeirlər var idi. Əskər məktubları, vitrindəki gift adam, birincisində heykəl, ikincisində şəfqət, üçüncüsü də nifrət. İki dahiyə, iki qəhrəmana əsr olmuşdur. Mən, məsələn, Füzuli haqqında danışanda, istər ədəbiyyatşünas olsun, istər şair olsun, ona ithaf etdiyi şeirlərdə həmişə böyük dahi, elə bu ifadələri işlədirlər, amma Vaqifdə belə ifadə yox idi. Vaqif Füzuli ilə dərdləşirdi. Necə dərdləşirdi? Dərdin nədir Füzuli? Sevgidəndir. Sevgi nədir ki? 20-ci əsrdə doğulsaydın, 20-ci əsrdə doğulsaydın, əlinin içi kimi bilirəm. Bu qədər əzab çəkməzdir. Bu qədər sızlamazdır bir qızdan ötürü. Leyli ilə Məcnun da düşüb ayaqlarına qələmindən imdad diləyərdilər ki, qovuşdurasan onları. Yalvarırdılar sənə, gileyli, yalvaraydılar. Füzuli neynəsin, bacım? Füzuli neynəsin, qardaşım? Zamana yalvar, Məcnun, zamana yalvar, Leyli. Və Sabir haqqında da eyni, deməli, ürəkdən gələn, Sabirin əzəmətini, Sabirin böyük ruhunu ifadə edən şeirdir. Və o, İlk şeirlərdən sonra, Vaqifin mən sonra bütün kitablarının oxucusu olmuşam və bir çox kitablarda o özü mənə bağışlayıb, bəlkə də hamısını. Və Vaqifin poeziyası üslubca, rəngarəng bir poeziyadır. Burada romantika da var, bu romantikadan reallığa keçid də var, sonra heyrət hissləri də var. Sonra ölçü, gəlib tanımır onun poeziyası. Gözəl hicra şeirləri, sərbəst şeirlər və eyni zamanda əruzda da yazılan şeirlər. Təşbih və metaforalarla dolu olan bir poeziyadır. Eyni zamanda Vaqifin şeirləri qışqırmır. Hardasa, deməli, bunlar qıçıntıdan biraz yuxarı, sakit və həzin səsli poeziyadır.
Mən çox danışmaq istəmirəm, onun Azərbaycan jurnalında tez şeirləri çıxır, gözəl şeirləri çıxır və Vaqif əvvəlki o gənclik təravətini şeirdə, gənclik hissiyatını daha da inkişaf edir və bugün də gözəl şeirlər yazır. İlahi, nəğmə də heçdir oxunsa, daşı, quşu kimi bağımdır şeir. Daşı, quşu susan, bağımdır şeir. Ölür, hansı sözə əlim toxunsa, sinəmdə çal çarpaz dağımdır şeir. Şeir, evlər yıxan dəlizə delmi, havaya qopmur da qava, qalma qal, dərdindən ölürəm. Söz məni sevmir. Neynə, söz oduna yansın can edim. Kaş ki tükənməsin, görərsən bu hal. Qeybdən səda gəlir, yapış qələmdən, vərəqi qarşına düz deyir Allah. Gərək eşq dərəsən, dərddən, ələmdən, söz işi əzabdır, döz deyir Allah. Bu əzaba, bu ağrılara Vaqif bütün yaradıcılığı boyu davam gətirir və təbii ki, bundan sonra da davam gətirir. Sağ olun, bayram, sağ olun. Hörmətli Yasmin Hüseyin Balamir Ələmova söz vermək istəyəm. Buyurun, sizə təbrik edirəm. Sən yaradığın haqqında bax, mən elə gözəl sözlər dedim, mən hesab edirəm. Mən sizin xanımız danışdım, mən də oradan fəxr edirəm. Mən bu hissi keçirdim. Bizim qardaşımız haqqında onun xanımı belə gözəl sözlər dedi. Mən sizin bundan sonraki həyatınızı daha parlaq, daha nurlu, daha işini görmək istəyirəm. Və uzun illər qoşa qəryasınız, nəvələrin, nəticələrin boyu görəsiniz. Sizə təbrik edirəm. Allah qismət eləsin, sizin 80 ilciyinizi və sonraki illərinizin də biz onun şahidi olaq. Təbrik edirəm, Allah sizdən sağlıq etsin. Sağ olun. Hanımlardan söz açdıq, doğrudan da Bəyəxan İndirəylə xanım danışdı. Amma istəyirəm daha bir xanımlara söz verim, Zemfira Məhərrəmliyə məmnuniyyətlə söz vermək istəyirəm. Buyurun. Çok teşekkür ederim. Herkese salamlıyorum. Şahsen benim için, benim ailem için çok aziz olduğunu biliyorum. Çünkü çok azizliyiz kardeşlerimiz, beraberliğimiz, meslektaşlarımız, Fatih Bey'lerin işini almışmıştır. İyi ki bu benim burada yoktu. Çünkü sizin fazla işler yapmış. Buna göre siz burada aziz kardeşlerim. Merhabalar, hakkında onun talebe yoldaşlarından bir şey konuşmak istedim. Çünkü burada o kadar güzel fikirler söylendi. Çok güzel sanat adamlarımız, kalem adamlarımız, edebiyatçılar, filolog alimler, şairler, o kadar güzel sözler söylediler ki, o təhlildən sonra benim təhlilimdə yer qalmaz. Yox, təhlil eləməyin, təbrik edirəm. Yox, qorxuzun mənim. Təbrik qısa. Vaqifin yaradıcılığıyla bağlı, onun poeziyası, publisistikasıyla bağlı. Ben onun publistikasını çok şahane bir publistika edirəm. Poeziyası sözsüzlüğünde yani ispata ihtiyacım olmayan səbəbidir. Yəni, mənim bir neçə yazılarım oldu Vaqiflə bağlı. Sözlərimi, fikirlərimi de demişəm. Mən burada onun tələbə yoldaşlarına danışmaq istəyirəm. Vaqifin gəncliyinə bir balaca nəzər yaratmaq istəyirəm. Vaqif bizim qrupun en güzel tələbələrindən biriydi. Mən o qrupun starostası deyək də, qrup nümayəndəsiydim. Zəhra xanımlar, biz hamımız bir yerdə oturmuşuz, bunu bilənlər bilir, mən çox dərinlik edəcəm. Vaqif bizim qrupun və bizim patronun, ümumiyyətlə tələbə yoldaşlarımızın içərisində istedadıyla seçilənlərdir. Saçlı başlı qıvrım, qəşəng, onu burada deyirlər. Və bir dəfə bir söhbət oldu ayrılıqlardan. Mən dedim ki, axı kimlərsə də var, sən olanın diqqətindəsən, dedi yox, mən şairi seçdim. Mənim Vaqif həqiqətən seçilməli olmalıdır. Vaqif həqiqətən layiq deyil. Həm təhsili, həm mədəniyyəti, həm belə içi daim hüzun dolu bir insan idi. Çox sadə idi, çox xeyirxahlıydı. Burada bizim başqa tələbə yoldaşlarımız da var. Ulu xanım da buradan səhvələ girəmsə. Yəni, təsdiq edərlər məni. Vaqif elə o illərdən bilirdi
ki Vahid. Bak indicə Vahid Yusufi dedi ki 78-ci ildə onu bir şeiriyle sevdim. Bak o 78-ci ildir ki biz artıq jurnalist diplomunu alıb qəzetlərdə, televiziyada vesaire işə başlamışdır. Vahid harada çalışırsa Vahid Bəkmərdir. Öz anmalıyla, öz ürəyiylə, öz əxlaqıyla, öz abrıyla, həyasıyla, insanlarıyla və insanların sevgisidir. Mən təbrik edirəm. Çox sağ ol. Rəhləyə də, Vaqifə də, son sağlığı bizim çox əzizlərimizdir. Unutmalarla, nəbələrdən. Və nə yaxşı ki, hər bir kişinin arxasında çox tanrı bir tanrı dayanır. Bax, ona sevgilərəm. Var olasınız, çox sağ olun. Mustafa Vaqif müəllim yazıb Qulu müəllim haqqında. Burada da həmin o qrupda qrup yoldaşları və o fakültə barədə çox maraqlı məqamlar var. Bu kitab da burada var, kim istəyər götürər. İndi birazdan Koç xanıma da söz verəcəm. Koç Gülgün xanım. Koç bizdə Vaqif müəllim. Yəni Koç ustad deməkdir də. Təzə terminlər tapırlar, deyirlər, bizdəki artırır. Və mən dedim, həm burada Nəbi müəllim iştirak edir, Aslan müəllim, onların da qısa təbriklərini eşidəkmi? Buyurun Nəbi müəllim. Hörmətli ziyalılar, Azərbaycan ədəbiyyatını dünya tanıdan və sevdirən, Azərbaycanlaşdıran. Mən çox şadam ki, birisinin burada iştirak edirəm və içimdə çox böyük fəxarət. Hardasa sizi televizorda 5 dəqiqəlik görürlər, ya qəzetdə bir 3 dəqiqəlik yazırız oxuyurlar, ya genişdir, ya qısamır və o geniş dünyanı bir bunu əyəndir. Hamınızı Allah canınızı sağ eləsin, minnətdaram və Vaqif müəllim də çox sağ olsun ki, bizi dəvət edib gəlmiş iştirak etdik. Vaqif müəllim haqqında danışmam, mən Vaqif müəllimi 7-ci sinif oxuyanla tanışdım. Və mən onda Komsomolun katibi idim, özü 2 iş katibi idim. Vaqif müəllim də bir dəstə uşaqla Bəhmənindən gəlmişdi. Bu uşaqlar qapıda günə salmışdılar ki, bu parkda indi qadınlar oturur, silişkə çiçəklidir. Bax, elə bir vəziyyətdir. Şöyle çıktım, baktım, hamılarla biraz sert danıştım. Vaqif müəllim dedi ki, onda Vaqif müəllim gördü, Vaqif dedi, o sen geberdi. Yazı oturumla bir bak danıştı. Dedim bak, bu tefekkür ayışı. Dedim ben de çıtlamışam, ne silişke, dedim sen çıtlamazsın. sen bile dedin. Yani o vaxtdan tanıyır, şirinliğiyle, tuzluluğuyla. Bilirsiniz, Vaqif müəllimin şeirləri nədir? Qarabağda kim qonaq gelirsə, kim çörək yeyirsə, bir çorba çırpması verirlər. Kimliyinin asılı olmayan çəkil qabağına çörək baxır. Vaqif müəllim o çırpma işini də qarşısında. Vaqif müəllimin şeiri o cür adama yaxın gəlir və istəyir ki, adam onu götürsün. Və mən bu yaxınlarda bu Səlahiyyətin Əyyubi kinosuna baxırdım. Evet. Və orada çox maraqlı Şah da Səlahiyyətin atası əmsilər gəldi, tədqiqatçı araşdırdı, üzə çıxartdı ki, bu oxşarlar. Sən elə bir versiya var, ha? Hə, belə bir versiya oxşardan gedib gəndə siz təsəvvür edirsiniz, saat hardasa 11-dən sonra verirlər. Mən durdum, oturdum. Yoldaşda yeri satıyorum, nədir? Vəzət edim. Vaqif müəllim Təhşib Bəhmənlinin məhsulu deyil. Təhşib Bəhmənli olsa, Bəhmənlizə hamı ana yükələr. Nəfərdir var, yazmaq nəfərdir var. Və Vaqif müəllim çox sağ olsun ki, Azərbaycan nəfəri Dedim de sen başın çok çekti. başım çox çəkib yox, öyle olmuşam. Deməli, Vaqif müəllim Bəhmənlinin adını Azərbaycandan bilir. Və bu bizim Bəhmənli üçün də çox böyük fəxarətdir. Bəhmənli Vaqif müəllimdən
bildiği yoktur, hardansa bir narazılığı var. Onda deyil, rahmetten bilmesin, ben bakmarsam. Bəhmənlilər istəyirlər ki, qızlar. Niyə Vaqif müəllim Bəhməndən evlənmədi? Böyle bir şey var. Anonim kayasınlar. Anonim kayasınlar. Yok, ben Benim çok geldim. böyle Çok geldim. Ama yapsınlar. ona göre de yani Vaqif müəllim. Bu barədə də Raykoma şikayət edir. Yok, şikayet yapmadılar. Ben cemaatın görüşümüz ve Vaqif müəllimi söykədim, oradan söhbət edib, cemaatdan almaq istəyirdim. Bakırdım ki, o söhbət çıxır oradan. Mesela hansı bir, yani bunlar biraz bir sıkıntılar, bir evli bəhmənidir, bir evli. Xeyirlərlə, şərlərlə, dəvətnamə ilə, yani hansı bir ilə görüşebilir. Çok büyük, bəhmənli il suya beraber geldi, büyüklüğüne göre, gelişe göre. Ama Bircə dəqiqə. Amma bəhməndə hələ bir alim çıxmır. Kim olsa yazın. Amanlı təpələrimdə. Və çox şükür, Vaqif müəllimə yazın. Gerek başka yerden evlenebilirler. Ha? Başka bölgeden evlenebilirler. Başka ne ilgili? Başka bölgeden evlenebilirler gerek. O diyorlar da yani o Kendi Bəhməndən iş yapabilir, özünden yapacak. Bakma, ben sizi tebrik ediyorum. Ve benim için çok önemlidir. Aslında benim için de çok önemlidir. Füzuriler için çok önemlidir. Ben içeri giderken ben bir yazışıyla sohbet elədim. Dedim ki, ben sizi tanımadım, dedim ben yazarım. Dedim ki, hansı kəndəsən? Dedi ki, Böyük Rəhmətdən, burada deyək. Böyük Rəhmətdən deyək kimi, ben biraz təbəssüm dedim ki, onlar yaxşı yapırlar. Dedim ki, onun üstündən yok ama üstündən. Vahidin kimdir Böyük Rəhmət? O da yani ben Füzuri'de işlemişim, 19 yıl başlamışım ve Füzuri'nin kendinde, cemaatinde, hamısını güzel tanıyorum. Mesela, istiyorsunuz Seyran Mərzat'ta deyileceğim değil. Onu gələn il may gibi düşünməsi. Yaxşılığa deyirlər. Elə o yaxşılıq. Və içimdə olan fərəhi Vaqif müəllimdən görürəm. Allah canı sağ eləsin. Ona Allah o şadlığı qismət eləsin ki, övladlarının işığında dünyanı görsün. Hanım ilə qoca bir yerdə qocalsın. Qoşa qalsın, belə deyirlər. Və həmişə bizim üçün belə Vaqif müəllimdir. Vaqif müəllim, mən səni öpürəm. O Litvalı şair deyir ki, mən səni öpürəm. 18 yaşında gözündən öpən kimi yox. Vətən torpağından öpən kimi. Çox Çok yaxşı danışdı. Sizə Bəhməndən. bizim vəzifəmiz tanışma oldu. Aynen. Komsomolda işlədik. Aslan müəllim də danışsın, bir kəlmə təbrik eləsin, sonra davam edirik mövzuda. Amma sürəyə dolunanda Seyran müəllim söz deyək. Ben size hamını salamlayıram. Birinci növbədə buradaki mən dahilə Yani yemin oldu ki insan hakkındaki burada eğleşen insanlarda, burada eğleşen Vaqif Rəhmətli imzasını tanıyan insanların her biri onun hakkında basit ki eyni qənaətlər. Yani açıq, istəzlərdən inciməsinlər, çox uzaq olsun. Birdən qazanlar arasında eyləsi olur ki, o yandan gələndə deyirsən, Allah sən sağla gəl. Nəysə bir hərəkət olacaq, nəysə bir qəlb inciləcək, kimisə kişdirəcək, kimisə xətrinə dəyəcək, özün öyəcək, nə bilim, bilməzsən. Amma Vaqif mən həmişə təvəzzülkar, çox həddindən artıq tərbiyəli insan kimi. Çox tərbiyəli, çox mədəni, çox insansevər və təmənna ummayan, xidmət edəndə də, kömək edəndə təmənna ummayan. Bircə kəlmə deyəcəm, bircə kəlmə. Bir dəfə Reis Məzmunun səhniyə qoyulmanın 100 illiydi
Ben zaman zaman yazmıştım. Onunla 2 yıl onun üzerinde işlemiştim. Senet verdiğim öz çıkmıştım. Kahvede yazmıştım. Onun memleketin adını takip edenler deyirlər ki, bir adam bilinmiş. Öyle bütün otak gelmişti. Vakın mezununda gelip hemen anda onu vəzifəyə təyin etmişdilər. Mənim o kitabımız çıxmağında da onu görənlər var. Ulan kardeşim, senin de dualarına sana uzun ömür, can sağlığı verirəm. İnanmıram 70'ten sonra xasiyyətin dəyişər. Sana böyük vəzifə verirlər, yenə dəyişməlisən. Allah sana dəyişsin, həmə şəhərliyin için. Teşekkür Bahattin Əziyə söz verirəm. Buyur Bahattin. Ben sonra sözü vereceğim kulak sesi. Kulak sesle növbədədir. Görək hələ orada asaklanlar var. Ben tebrik ediyorum. 70'li yandan sıfırı seçtim. Mümkünse. Ben vakit mezunu adım iki defa çekmişim. Biri danışmıştım. Belki tekrar olacağız. Ama evvelce o birisi yok. Ben evine gitmişim. Şaldan da olmazken geçmişim, neyse səhər geçmişim, bazar gün akşam qayıtmışım, bir gün işdə olmalıyam. Ağır təsirat var, geçmişim ki, qəbirlərimizi tapar, məzarlıqlarını danışırlar. Çox ağır əhval ilə gəlirlər. Saatda yol polisi məni saxladı. Neyse biraz söhbət elədik, deyildik. Şimdi mən də gəlmək istəyirəm, yolu çıxartın, hörmətini də elədim. Hörmət edir, hörmətdən də Her olur herden olur. Bana diyor ki, çok sağ ol. Ben senede bakırda gördüm. Çok sağ ol. Füzul'da çörek veren zamandı. Biraz da ayıplarımda bir yüzden birinci Füzul'da Karabağlılar söz senet adamları biraz sefendiğim adını çek, Seyran Satar'ın adını çek, Vakıf Behmen adını çek, polise değil ya. Diye kardeş, ben deyip kitap okusam, burada deyim benim işim bitmez. Başım karşı kitap var, işlerim kalacak. Bir de uşak vakti, uşaktım, ben 14 yaşım vardı. Onun isteyemem, bir fikir geçmiş oldu. Ben de yazlık parlarım, Aras Gazetesi'ne veririm. Orada fazla yazılarım çıkır. Şimdi o Aras Gazetesi'nin bir duvar var. Nereden yani şekillerde görünüyor. Bir gün apardım, bir yazı verdim. Biraz tenkidi şey vardı. Gördüm ki yazım çıkmış. Bir müddetten sonra mindim otobüse gittim şehre. Aras Gazetesi açısından orada Mahmut Kader vardı. Dedim ki benim yazımı hesap olmuş. Dedi sen burada elə şeyle yazmışsan ki bunu redaktör gibi göndermek istedim. Ben su belirine alıttırmışım. Bir de burada hərləmək, müəllin alıyor, rakımı da qabalı gəlməsən, ümumiyyətlə bu şəhər gələndə o tərəfə hərləmir. Mən gəlmir o tərəfə. Mən də dirəşmişəm ki, mənim yazımı çatır. Mən bir də yazıram, 7-ci sınıf oxuyuram da, belə 5 lira yazı yazmışım, belə də dahi adamım. Deyirsən, nə istəyirsən bana, sən xilas edirsən, nə istəyirsən? Dedim ki, mən Vaqif Bəhmənlik olmaq istəyirəm, Nimet Veysel olmaq istəyirəm. Bu dedi ki, yazarsan olarsın. Neyse indi olmadı Vaqif Bəhmənlik ama əsas soru için Vaqif Bəhmənli var. Vaqif Bəhmənli bizim yaddaşımıza ben anamı bitirdim 2017'de bir saatler yazısı yazmıştım. Elə bir şey o, her defa o hatırlayanda burnuma yemiştik yani. Yemiştik. Niye? Çünkü bir defa Muğan'ın Sabırbat'tan satırırsa bize karpuz yemiş getiriyorlar, maşına satıyorlar. Anam da çörek pişirirdi kendimde. Bir çabalık peyniri verdi, çöreği verdi, yaptı dedi ki apar o gerçekti. Apar ona bir karpuz satalım. Ben de parti veriyorum, o karpuz satalım, ben bir balada yemişim. Şimdi her defa anam katlayanda o yemişin iyi burnuma geldi. Şimdi bu öğretmenleri orta mektep okuyanlar bizim uşaklık dövrlerimizde biz gazetelere, jurnallara yazıyoruz, Azerbaycan jurnalı sen yani 70'lerde Ekim Üniversitesi'nin şeyler olduğu dönemde sonra Ultu Jurnal formalaşmalarımızda çok duyuru oluyor, televizyon jurnallar. Orada mesela
Ağacəfər Zəmli şeirlərini oxuyurdum, Ürəli şeirlərini oxuyurdum, Marif Olsan buradadırsa, məsələn, Şeirə Səxavətdə oxuyurdum, başqa, Vaqif Üstünün tənqidi yazılarını oxuyurdum, şagirdiyim. Deməli, o cümlədə də Vaqif Bəymənli şeirlərin yazıları oxuyurdum. Aydın Ümmədə orada tanımış, o jurnalda biz uşaqlar. Biz də üzümçüyük, keçdiydik, Füzuli rayonun üzümçüyük əvvəldə. O üzüm yığanda, o fasilələrdə o qəzetləri oxuyurduk, o jurnalları oxuyurduk. Elə ki, o şeirdə mən həmişə xatıriyəndə bir şirin dalı. Vaqif müəllim də şeirləri, mən onu xatıriyəndə həmişə mənə şirin gəlir. Özü də elə şirin oğlandı. Düz mən Vaqif müəllim saçlı dövüldü görmüşəm, birinci dövüldü görmüşəm. Şimdi bu saçtan ne istiyorsun? Daha mı? Müdürlük dövründe gördük. Ben bir daha tebrik ederim. Ben bir tane cümle diyeyim bundan. Sen görmezse Ağzılabbas Gəlbirəsdə olur müsahibələrində. Yox, Şeyran Səqavət etdirir var. Ağdamda Qədir İslamovla atüstü söhbət. Onu üzüm yıxanda oxumusan, yoxsa pambıq yıxanda? Deyir ki, Qədir İslamov deyir ki, qala deyir, nətər buraya 2 nəfər bir roman yazır. İndi mən də deyir, Vaqif deyir, necə olur ki, bir adam bu qədər kitab yazır, bu qədər gözəl şeirlər yazır. Bir daha təbrik edirəm. Həyat yoldaşı Rəhbər Xanım edib o. Sağ ol, var. Profesör Bədirxan Əhmədliyə söz verirəm, reglament 6 dəqiqə 30 saniyə. Ondan sonra Kamran nəzər çıxaracaq. Olar elə. Çox, yox, profesora görə. Sənə 4 dəqiqə. Vaqif müəllimlə mənim onlardan biri 2055-ci təvəllüd olmalıdır. Və bundan başqa universiteti bitirib Sabirabadın Abdülən kəndində müəllim işləyəndə Talış qəsəbəsində qalmışım. Talış Bakıda su oradan var və su idarəsində rəisi Akif müəllim rəhmətli. Biz bu konuşuyorduk, akşamlar söhbət edirdik. Bayağı Azərbaycan qullarından danışdılar. Azərbaycan qullarının əlində Akif müəllim ədəbiyyat sevər idi. Və dedim ki, burada Vaqif Bəhməlinin şeiri çıxdım, amma bilmirdim, bu dayısı düşür. Dedim ki, o mənim vaqım oldu. Bundan sonra biz Vaqif'i tanıdıq və daha sonra mən Vaqif'in şeirlərini izləyirdim. Söhbət səfərli Bəhmənlidən idi və biz söhbət səfərli ilə bu barədə xeyli danışmışdıq. Bütün bunlar belə görünürdü ki, Vaqif artıq Azərbaycan ədəb prosesində öz sözü olan və qayıtsız yol olan bir şair kimi özünü formalaşdırır. Mən də Vaqif haqqında 2 məqalə yazmışam. Bu məqalənin biri bugünün və gələcəyin poeziyası adlanır. Vaqif müəllim onu 15 cildini 1-ci cildinə ön sözü təqdim etmişdir. Orada mən Vaqif müəllimi 4 Vaqifdən biri adlandırmışam. Sonra Sənət Vaqifdən gələn və Vaqif Bəhmənli ilə qurtaran hələ ki Vaqif Bəhmənli Vaqiflərin sonuncu görkəmli nümayəndəsidir və şeirlərini yarazını təhqiq etməyə çalışmışam. Və Vaqif müəllimin şeirdə yazdığı əməyi məclis əməyini oradan da Vaqif müəllim Azərbaycan poeziyasında, Azərbaycan şeirində həm strukturunda, həm poetik dərk etməsində çox böyük bir məsafə qət etmişdir. Mən təkcə bunu deyə bilərəm ki, Vaqif müəllim şeirə çox gözlənilməz başlayır. Həm gözlənilməz başlayır, həm də gözlənilməzdir. Və başlıqla sonluğa qədər çox, belə deyək ki, poetik improvizasiya var. Və bu Vaqifin yaratdığı xüsusiyyətlərdən biridir. Biz
gözlənilməz obraz yaratmaqla məşğuldur. Bax, lap çoxdan oxuduğum bir şeirdə deyir ki, qızlar, məni ananıza tapşırın, məndən baharı uzu istəməsinlər. Mən atasız böyümüşəm. Bu təkcə demək, atasız böyüyən gənclərin yox, həm də ümumiyyətlə yoxsul, kasıb insanların evlənmək ərəfəsində istədiyi və eşitmək istədiyi sözlərdən biridir. Çox adi bir obraz yaratılır. Və Vaqif müəllimin yaradıcılığında mən mütləq bunu qeyd etmək istəyirəm. Vaqif müəllim yeni poeziyamda yeni ritm gətirir, yeni intonasiya gətirir, bədii detallardan istifadə edir. Bütün bunlar Vaqif müəllimin yaradıcılığının əsas cəhətləridir. Mən inanıram ki, yox, həqiqətən mən ədəbiyyat tarixinin, yəni 20-ci əsr 3 ciltlik yazanda Vaqif müəllimin yaradıcılığına da yer vermişəm. Mən görürəm ki, Vaqif müəllim yaradıcılığından müəyyən bir dövr, mərhələ keçibdir. O əsərlər ədəbiyyat tarixinə, o şairlər ədəbiyyat tarixinə daxil olur ki, onlarda yeni yaradıcılıq impulsları var, yeni bədii təfəkkür, yeni bədii tərkibə gətiribdir və mən Vaqif müəllimi bu cür şairlərdən hesab edirəm. Vaqif müəllimi təbrik edirəm. Sağ ol, mən də uzun olur, uzun ömür və can sağlığı. Təşəkkür ederim. Seyran müəllimdən başladığımız necə sədrdən öyle bir söz dedim ki, bütün şairlər, yazıcılar xeyrxah olur. Ama bütün xeyrxahlar şair ola bilər, yazıcı ola bilər. Bax, mənim xeyrxah dostum bugün, Vaqif Bəhmənliyinin dostluğumun 140 yılında olmuş. Və mənim yadıma xeyirə bir epizod düşür, onun xeyrxahlığı haqqında. Onun 30 yaşı olanda mənim 27 yaşım vardı. Bir dəfə çağırdı mənim otağına, cibindən 10 manat çıxardıb pul verdi ki, Kavan get, Şövkət Ələkbərova heç komissiyada yatır. Gel bugün ondan intervyu götür. Bu 10 manatı götür, bilirdi ki, mən işlətmən kənar müxbirəm, pul alırım, maaş alırım, qanalarla duranda. Bəs get bir karabka, kubikadan şakalat, Şövkət xanım gözlə, gel ondan bir dənə intervyu al. Nəysə, getdim. O vaxtda kubikada şakala düşman. Yəqin deyil, gümrükəni də yiyərsin. Görüşdüm, gəldim, yazımda təmin verdim, səhərisi mənə 15 manat qərar ödədim. Rəhlə xanım deyir, ona mən gündə bir manat verirəm. O manatlardan alır. Vaqif qardaşımı təbrik edirəm, onun ailəsini, gözəl ailəsini təbrik edirəm, uşaqlarını təbrik edirəm, can sağlığı. Sağ ol, Kamran, sağ ol. Bakın, narahat değilsiniz. Vaqif müəllimdə beynimdə bir informasiya var, şeirlərin çoxunu əzbər bilirdim. Vaqiflərlə dünya dolu, hərəsinin bir tür yolu, hamısının ağsaqqalı görməlimi yazan var. Və yaxud kirayədə yaşadığım evlərin darvazası bana cayda əyildi. Mən bir gül topası. Və yaxud, ələyim, ələnib, boş qəlbirəm ki, ələyim, ələnib, boş qəlbirəm ki, dəftərim, qələmim, dilim Allah'ın sözlərdən mərdivan düzəldirəm ki, yetsin ətəyinə əlim Allah'ın. Mən nə yazdım ki? Sağ ol. Bence de yaxşı dinləyiciymişlər. Yanında da qaldı. Bir də gül topası, mən bir gül topasıyam Bəhmənlidə Həsənqulu oğlu qəbili yurdunda. Həsənqulu oğlu qəbili yurdunun davamçısı Qoğuz Gülgün xanım. Buyurun, sizə söz verin. Əvvəla mən hamınızı salamlayıram və təşəkkür edirəm ki, atamın bu xoş gününə yetişməsi. Mən istəyirəm hər 3 övladı adından son 5 il olaraq atam haqqında bir bitimlə deyim və onu təbrik edeyim. Bayaq vurğuladı ki, biz onun müəllimləriyik. Əslində isə mənim atam bizim üçün çox böyük məktəb olub. Biz hər üçümüz sevgini, mərhəməti, anlayışı, səbri, eyni zamanda həyatın hər anından nə olursa olsun zövq almağı öyrədib.
Və bir də mənim qulaqlarımda dinləyən bir sözü var atamın. Hesab edirəm ki, hər Azərbaycan qızı bu sözü eşidərək böyüməli idi. Deyirdi ki, işin yoxdur uşağına, qoy nə istəyir eləsin. Və mən hesab edirəm ki, bugün bizim cəsarətli olmağımızın, addımlamağımızın ən önəmli səbəbi atamın hər davranışımızda işin yoxdur uşağına, qoy nə istəyir eləsin dedim. Buna görə atama çox təşəkkür edirəm və təbrik edirəm onu. Mənim üçün çox duygusal bir andır. Çünki ölüb gedik və mən istəyərəm ki, atamın neçə bundan da çox illərində onun yanında olun və biz onun xoş günlərinə yığışaq. Ümid edirəm ki, siz də bundan sonraki bütün yığıncaqlarınızda bizlə bərabər olacaqsınız. Vaqif müəllimin belə əski dostlarından biri Ağacəfər Həsənlidir, Adil Cəmildir. Ağacəfərin ləqəbi Ağacdır, həmişə eşitmiş olan Ağacdır. Bu iki cavan oğlanın da bir müddət əvvəl yubileyləri keçirildi. Bir də fürsətdən istifadə edib təbrik edirəm. Çox sağ olun. Buyur Əslan. Bunu getmə. Mən Allahıma minnətdaram ki, yəni bu Bakı şəhərinə qədəm qoyandan bəri və o ədəbiyyat dərnəyinə gedən gündən Vaqif Bəhmənli ilə tanış olmuşdur. 1972-ci ildə. Mən Vaqif Bəhmənlinin timsalında özümə ən sədaqətli və ən dəyərli dostumu tapmışam, ən əvvəl. Və eyni zamanda Vaqif Bəhmənlinin xidmətləri barədə kifayət qədər burada danışıldı. Mənim də onun haqqında təxminən bir 7-8 yazım çap olunub müxtəlif jurnallarda, qəzet səhifələrində, o cümlədən onun da mənim haqqında yazısı çap olunur. Və eyni zamanda çoxlu sayda şeirlərimiz var, birinci həzrətimiz. Bunlar öz yerində. Mən əlbəttə bu gün elə bir tədbirdir ki, burada hamının ürəyi doludur, hamı danışmaq istəyir. Mümkün qədər də hər şeyi biz qısa eləmək istəyirəm. Burada bizim ədəbi nəslin çox istedadlı nümayəndələri var idi. Ola bilər ki, bəzilərini biraz söz çatmaya, amma mən istərdim ki, Adil Cəmilin, Tofiq Nurəlinin, Marif Sultanın adlarını çəkmək istəyirəm və onlar da buradadırlar. Yəni, mən sözümü elə qısa edirəm, onlar da iki kəlmə danışsın. Onlara da söz mən təbrik edirəm. Çox sağ ol. Əziz dostum. Adil müəllim buyur. Buyursun Adil. Da dedi ki, sözümü verirəm sizlərə. Marif kimi hiç söz vermir. Ben de tebrik ederim. Bir neçə sayıda da mən yazılarım gelir bu günlərdə. Ədəbiyyat ləzzətində də gedirdik. Yəni söhbət odur ki, Vaqifi heç çap olunmadan da bir-birə sözümüzü görsəndə ədəbi, tənqidi, təhrifi fikirlərimizi deyir. Mən də Vaqiflə bir mövqələrə yoldaşıyam. Bir kurs və bir yaş fərqliyəm. Mən ikinci kurs oxuyanda birinci kursu uşaqlar dedi ki, bir gəl şair gəlib bura. Amma uşaqlar da o dövr uşaqlara baxmalı, yağlı uşaqlar. Hər adama da deməzdilər. Tanış olanda imzasını bilirdim. Tumurcuq şeirliydən mənim bir şeirim başqa edilsə çap olunmuşdur. Yanaşı. Qısaca onu demək istəyirəm. Demək, Vaqif, mən bir daha hissələndim ki, Vaqif anadan şair doğulub gəldi. Gəlib, o bizim kənddə bir jurnalistikada oxuyurdu, atası deyir ki, oğlum Bakıda qalıb şair işləyir. Onun sözü olmazsın, Vaqif gələn orada şair kimi doğulub, anadan gəldi, o kənddən doğulub, şair doğulanlardandır Vaqif. Sənin belə günlərin üçün iki qat olsun, biz illərimizi bölüşmüşük, ədəbi həyatımızı, tələbə həyatımızı və bura qədər ki, hətta o dərnəklərdən üzrbəri müəllim dövrlərdən bizim nəslə acəbət yaxşıdır. Yəni, 70-cilərin 70 yaşı Vaqifi. Sağa 110 il arzulayıram. Çuxlarında demirlər adətən 110 ildən aşağı var. Mən də sana 110 il arzulayıram. Yaz yarat, gözlər. Yaz yarat, gözlər həyat. Sağ ol. Ulaqsa, sən bir dəqiqə gözlə. Bir gözəl xanım burada iştirak edir. Logos təşkilatının rəhbəri Təranə xanım. Təranə xanım həm də Qəzənfər Paşayevin qızıdır. Qəzənfər müəllim də tez getdi. Söz vermədik Qəzənfər müəllimə.
Təranə xanım o təşkilatında çox gözəl tədbirlər keçirib. Vaqif müəllimin də orada tədbiri keçirib. Və həmişə Nərman Əsəndadənin digər ədəbiyyat adamlarını buna görə də təşəkkür edirik. Çoxdan da görmürdüm, sevindim. Buyurun, sizə söz verin. Salamlayıram, hoş gördük. Bu qədər gözəl natiflər danışandan sonra mənə nə qalar deməyə? Mən Logosda Vaqif müəllimlə, Rəhlə xanımla və Gülfün xanımla birlikdə bir yol getdik və bir neçə il birlikdə çalışdıq Rəhlə xanımla birlikdə. Mən Rəhlə xanım əlbəttə ki, Vaqif müəllimlə bir həyat yoldaşı kimi danışa bilər. Amma mən Vaqif müəllimi həmişə bir böyük olaraq görmüşəm. Vaqif müəllim, siz həqiqətən də böyük ziyalısınız, gözəl insansınız, mərhəmətli bir insansınız və hər zaman mənim yaddaşımda sizin adınız gələn zaman mən hər zaman gülümsünüm. O hissi də siz bizə yaşadırsınız, siz mənə yaşadırsınız. Allah sizin canınızı həqiqətən sağlam eləsin. Bundan da böyük yubileylərə gələk. Hər zaman sizi belə dostlarımızın əhatəsində, ailənizin yanında görək. Çox əzizsiniz, dəyərlisiniz. Sağ olun, Təran xanım. Orada sizi görmək. Kulaq səs, buyurun. Vaqif müəllim dedi ki, mən özümü 35 yaşında istəyirəm. Mənəm Ronaldo'nun Bolazda okudum ki, yaş oynamanın səbəbi 32 göstəricilərine görə 40 yox, 28 yaşında. Vaqif müəllim 35 yaşa gəldiğinde bir həftənin söhbəti. Keçən həftədə burada ailəsiyle beraber Azərbaycan Üniversitesi'nin tələbələrlə görüşdüm, 60 nəfər gördü, oğlanı qalan qız. O gündən Aqraqası mənlə görüşdü, elə belə o saat gecə 35. Amma gələn elə mən sizi sabah qrup ilə görüşəcəm, 15 artıq olacaq. Amma ora xahiş edirəm, Rəhlə xanım, bu da gətirmək. Deməli, bu günlərdə köprüdən qısqanırsınız. Bu günlərdə Rəşid xanım, evdə çarşıqda deyilən bir şey var, mən bilirəm. Qızım orada bu qulaq səs neçəncədə olub falan, neçə övladı var? 2. Hər gün məndən 20 manat alır ki, mamama dedim, sən iş var. O gün yoldaşıma pul verdim, buranı yoktu ama bu uşaq məni bezdi. Nə qədər oldu? O gün telefon aldı, obraz kafe, nəzakətin konserti, hələ də gedir söz. Ki, mən səni satayım. Vaqif müəllim son günlər çox tartışılır, bu mətbuatda, televiziyada süni intellekt mənə gəldi ki, əgər ürəyinizin qanı, şiirə qarışmıysa, yazıya verir. Heç bir süni intellekt şairi əvəz edilmez. Mən bir də yazmışdım, onu təkrar eləmək istəyirəm. Dünən dünyada cəmi 2 şair var. Onun biri şiiri yazan, ikincisi şiiri okuyan. Bugün dünyada bir şair var. O şiiri yazan, çünkü okuyan yok. Sabah dünyada ne şiiri yazan olacak, ne şiiri okuyan olacak. Ama sabah dünyada şiir olacak. O şiiri bir adada yiyeceğiz. Tebrik ederim. Bizim bu tədbirimizdə Xalq Qəzeti 50 ilə iştirak eləmişdi. Ərbazın burada ayında sonra başqa da görülür əməkdaşlardan. Bugün bir səhifə. Ərbazın redaktor gələndən heç kimə bir səhifə verildi. Nazirləri bunlar hamısı kəsir doğruyur. Bir səhifə orada Vaqif Bəhmənindən söhbət verib. Çox sağ olsun. Təşəkkür edirik. Tahmin buyurun. Dediği səbəbsiz deyil, Vaqif Bəhməni bizim qəzetin tarixində ilk rəhmətli Cəmilən böyük redaktor olanda Vaqif müəllimi əl üstündə gətirdik. Vaqif müəllim baxmayaraq iqtisadiyyat şöbəsinə rəhbərlik. Çıraq adlı bir səhifə buraxdı. Bir xüsusi missiyaydı, milli ruhu gətirmək hamısı adlı qəzetə. Bundan da əlavə Vaqif Bəhməni fakültəni bitirəndə jurnalistika fakültəsi, rəhmətli Nərman Zeynalov, Vaqif müəllimi və Loğman Rəşidzadəni istedadlı ki, kənd qəzetinə apardı. Orada da o kənd qəzetin ədəbiyyat qəzetinə, milli ruh qəzetinə çevirdi. Mən üzr istəyirəm, diplom işim Azərbaycan Tərəqqi Publikasında ənənə və nağdlar. Bir yekə mövzu gördüm. Orada başladı əkinçidən Molla Nəsrəddindən, Sovet dövrün üstündən keçib gəldi 60-cı illərin ədəbiyyatı daxilindəki publisistikaya və orada bəlkə Vaqif Bəhməni ilə Loğman Rəşidzadənin publisistikaya gətirdiyi üslub, belə yeni mövzular, bəlkə də bir 10 səhifə yer tutulur.
Vakıf Bəyənli həm də böyük publisistdir, böyük qəzetçidir, böyük redaktordur. Bizim en büyük kitabımız olan Azərbaycan Milli Ensiklopediyasının da ağır yükü onun çiğnindədir. O ki qaldı Vaqif müəllimin payı, mən də onun şeiriyyətini sevirəm. Burada Nizami müəllim, Qadar müəllim, ədəbiyyatşünaslar Vaqif Yusifli şeirinin xüsusiyyətlərindən dedir. Yəni su-istifadə edib deyirəm ki, mən Vaqif müəllimi poeziyada qaranlıqda qara pişik tutan şair hesab edirəm. Çox çətin işdir. Daxilimiz o qaranlıq dünyamızda qara pişiyi tutub bizə göstərir. Bir də onun şeirlərini oxuyanda sözlərin üstündə bir bulut, bir ruh var. Sözdən əlavə başqa bir şey də var ki, bizim təsirimiz. Ulu müəllim deyir, Vaqif müəllim çalışdığınız, yılda rus gətirdiyiniz qəzetin kollektivi adından təbrik edirik. Həmişə xatırlanırsınız. Tələbə yoldaşları da var. Əxlaq müəllim müasib işə görə getdi. Mən də çox sağ olun. O səhvəyə görə də sağ olun minnəttar. Yusuf Nəhmət Əlvanın oturub çox təvazökarcasına bir ikicə dəqiqəlik mənimdir. Umut müəllim, bəğ sən diplom verdi deyə, elə mənim Umut müəllim bir kəlmə sən də təbrik elə də, diplom öz yerində. Ben gençliği illərdə, 70'li illərdə Vaqif müəllimin imzasını bayaq dediyiniz Araz qəzetində görmüşəm və sonra bizim tanışlığımız Baharla bu Faizin arasında oldu. Məcazı mənada. Bahar Faiz arası kitabından Vaqif'in şeirlərini sevmişəm və ondan sonra da Bakıda Vaqif müəllimlə bizim tanışlığımız oldu. Dostluğumuz başlıyor. Təkcə bizi bir teoloğu kimi yox, həm də bizi birləşdirən dəyərlər oldu. Vaqif müəllimlə bizim biraz da dostluğumuz, biraz da yaxınlığımız beynəlxalq qardaşından var. Ondan sonra biz Mədəniyyət Nazirliyində çalışarkən çox sayılı kitabların nəşrini görməkdə eləmişdir. Beynəlxalq qardaşın mətbuat fondunun həmişə bayaq qeyd olundu, himayəçilər şurasında təmsil olundu. Uzun illər bizim fəaliyyətimizdə sırf əməkdaşlıq olur, dəstək göstərildi. Mən Vaqif müəllimi təbrik edirəm. Ailəsiyle yaxındır, çevrəsiyle, bütün dostları ilə bizim dostluq əlaqələrimiz var. Yəni, kitablarının demək olar ki, bütün nəşrlərinin hazırlanma prosesindən sona qədər təxminən məlumatlı olmuşam. Deyəcəyim sözlər çox. Allah Vaqif müəllimini müddətlə verməsin. Gözəl nəvələri var, ailəsi var. Sağ olsun. Burada bizim bir qonağımız da var, Türkiyəli xanım, Həkim xanım, Yıldız xanım. Sizi mən deyəsən görmüşəm axı. Mətbuat şurasına gelmiştiniz. Gelmiştim. Ben deyirəm də, mən yanılmaz yazdım. Evet, hepinizi selamlıyorum. Siz hep böyle başlıyorsunuz. İyi ki böyle bir ortamdayım. Çok teşekkür ederim. Vaqif Bey'e ve Şerafile Hanım'a. Ben Türkiye'den Azerbaycan'a iş için geldiğimde şöyle bir dua etmiştim. Allah çok güzel, iyi insanlarla beni karşılaştır. İlk tanıştığım Şerafile Hanım ve Vaqif Bey'den ben çok şanslıyım. Yaradan beni çok seviyor. İyi ki de bu güzel aileyi ve çocuklarını tanımışım. Vaqif Bey çok değerli bir insandır. Geçen defa katıldığımız toplantıda 16-18 yıldır hep bir kitap yapmak istemiştim ama bir türlü adım atamamıştım. O bir kitabımın ismini yazdım. Vaqif Bey'in verdiği ilhamla ve kitapla devam ediyorum şu anda. Hafta sonu biz birlikte Bağ Evi'ndeydik ve Vaqif Hoca'yla ayaküstü güzel bir sohbet ettik. Bu ülkeye yeni geldim ve yeni bir sistemi getirdim dedim. O da dedi bugün yeni başladı. Belki insanlar ilk başta kabul etmeyecek ama çok güçlü olup devam edersen 30 yıl sonra burada bir iz bırakırsın, ismin alınır dedi. Çok güzel bana güç verdi. Kitabımda da bazı şeyleri geçtim. İyi ki de tanımışım.
hem kendisini, Vakıf hocamızı, hem eşi Rahile Hanım'ı ve çocuklarını, sizlerle de tanıştım. Hepiniz çok güzel, iyi insanlarsınız. Türk ve Azerbaycanlar zaten kardeştir. İyi ki sizlerle birlikteyim. Teşekkürler. Teşekkür ederim. Ben biraz da devam edersem 2 saati geçeceğiz. Ona göre geç, onu açılır. Ben sana söz vereyim. Sen sözde sonra bak burada bir gelensiz arkadaşlarla böyle oturarsınız. Bir ümumi şəkil çəkilir. Tərəvə xanım, sizə burada yer saxlayacağım sizin yanınızda. Rəhlə xanım, siz də gedərsiniz Vaqif müəllim yanına. Qızlar ayaq üstə. Bir daha mən hamısı özlərinin təşəkkürlərini bildirirəm. Belə bir məlumat vermək istəyirəm. Ora deməli, kilitləri 8 yıl Gülcün xanımın kitabını qoymuşam, Rəhlə xanımın kitabını qoymuşam. O kitablar hamısı sizə hədiyədir, kim xahiş edirəm. Tam ciltləri də götürə bilərsiniz, yox götürməsəniz, məsələn bir cilt, 2 cilt. Hər cilt ayrıca kitabdır. Yəni onu təsvir eləmək olmaz ki, bu 8-dən yalanıyor. Hər cilt ayrıca bir kitabdır. Bir daha təşəkkür edirəm və yenə də istəyirəm ki, vaxtımız səmərəli keçsin. Bir neçə şeirlə sizinlə bu gözəl gecəni yekunlaşdırıram. Daha doğrusu təşəkkürləri yekunlaşdıracaq. Mən həm də elə şeirlər ki, biraz sizin yorğunluğunuzda aradan qalır. Aramızda. Sevda körülüyür iki sinəni. Ne yaman alışır köz aramızda. İsti sinən sini, sinəm səməni, yavaş ol, əzlər yaz aramızda. Əmələ gəlməyib daxma havayı, sel töküb daxmamı yıxma havayı. Gözünün yaşını sıxma havayı. Axır nə baş verir qız aramızda? Hər naza unutturan it oğlusudur, nazından utanan it oğlusudur, elə bir erköyün toy toğlusudur. Sabahdan hərlənir naz aramızda, suçlu can atsa xətti keçməyə, seyidin Belqram zərdi keçməyə, çətin imkan verər sərdi keçməyə, sərhət nəfiridir biz aramızda, əcrin qar əliyir alçaq başıma, qarları, buzları alçaq başıma, qoy dönsün ağabbaq çaxmaq daşına, qığılcım törətsin buz aramızda, sürtüb, şildadıb şişə gözünü, bədnəzər giriyib daşa gözünü, ürək, üzərlik püstüsü deşə gözünü, gələk hazır durar duz aramızda, hiç belə bu sürü kimsə bilməsin, kəsib baş gəzdirən kisə bilməsin, məscid eşitməsin, kilsə bilməsin, qalsın Allah'ına söz aramızda. Sağ olun. Gəncliyə yaraşan söz araşın, söz ələ, yerişindən yer aşan, gözələ bax, gözələ, ikisi birdən gəlir. Allah belə sirr olar, üzdə işıq təkidir, göydə günəş bir olar, yerdən ikidir, ikisi birdən gəlir. Yəqin bu günə görə Tanrı məni yaradır, boşqabda alma kimi qəlbim iki paradır, ikisi birdən gəlir. Qəm bilirəm, oyundur, arxalıdır, qoşundur, bəs iki nur hayandı, fikir oldu, qoşuldu, ikisi birdən gəlir. Yer də yoxdur durmağa, titrədi, dizin əsdi, qədəmi oturmağa bunun biridir bəs. Ürəyin gül parçasıdır, hər nə edib, dilim edib. İnsaf kimi seçəsidir, kimə çox dilim edib. Parmağını qatda görüm. Haçan, icran ki var, şükür yenə. Bu da bir ərmağandır. Dağ sinəmdə çatıb minə əllərində parmaq onu, parmağı qatda görüm. Mənə yaxan, məndən yaxan, adı qalsın şirini say, uşaqlığı boy qırağa 17-dən bərini say, parmağını qatda görüm. Qəm düzündə qışı çəkən yaddan çıxıb dönüb yada, dərdi məndən yaxşı çəkən adam var mı bu dünyada, parmağını qatda görüm. Aramızda nə eləsi namərd olub duymamışam, yar yolunda indiyədən kim özünü qurban kəsib, mən canıma qıymamışam. Parmağını qatda görüm. Mən elə gəlir ki, bəsə, yox, bir dənə də nəvi haqqında bir şey yoxdur. Dağlar qədər əzizdir bütünün də külək birdəki nəvəm. Dağlar qədər əzizdir bütünün də xətiri, amma öz aramızdır, məni təngiyə gətirib külək birdəki nəvəm. Dildə gəzir dastanı, ikisi də kələkdir, kör qoyurlar bostanı, demirlər ki, bu ləhdir. Külək birdəki nəvəm. Elə bil ki, bəl çəkib bir cüt öküz xırmana, bağa zunsalar əgər alsa qoymaz dərmana, külək birdəki nəvəm. Allah qismət eləyib, ustan var, ev tikirlər, eyvana qum əliyib, mətbəxə daş kökürlər, külək birdəki nəvəm.
Dama tutup yönünü gah quyuya düşürlər, nənəmizin donunu qaldırıb gülüşürlər. Külək birdəki nəvəm, görsəniz yox olublar, çara gəlməz dua, din, demək ki, soxulublar artırına şairin. Külək birdəki nəvəm, bura qədər nədir ki, bura qədər gözəldir, Allah, yandım tavada, şeirimdən kuş düzəldi, usurdurlar havada. Çok sağ olun, teşekkür ederim. Bütün iştirakçılara da minnettarlığımı bildirirəm. Doğrudan Vahid müəllim burada səslənən fikirlərdən də gördünüz. Elə gözəl bir şair, elə gözəl bir insan, aile başçısıdır ki, hamı onu çok sevir. İndi burada da səsləndi. Heç bir onda bir qüsur və ondan inciyən bir insan olması mümkün değil. Ve biz aslında teşekkür ediyoruz. Arzu edirəm, bundan sonra da bol yaradıcılıq, ehtirası, şövqü bir yerde Rəhlə xanımdan uğurlar qazanasınız. Ne kadar dedim bizim fotoğrafa, ne kadar mümkündür yerleştirersen hamımızın bir şeklini çekersin. Biz onların adına bana teşekkür olsun. Bu adamların